Radio Müstəşar. Söz olan insanların eşitməli sözləri. Mən bir müsabiqədə şirkət eləmişəm ki, mənim uşağım boyda elmətdim birinci olub, mən üçüncü olmuşam. Bu sahədə bir dənə 9 yaşında uşaq birinci olar, sən üçüncü olarsan. İndi o adamlar ki, məsələn, mənim səsimin rəngindən hal eləyə bilirlər, nə mutlu mənim halıma, mən sevinirəm buna. O adamlar ki, mənim səsimin rəngi ilə, tembri ilə hal eləyə bilmirlər. Meylə onlardan bəri başdan da üzr istəyirəm. Bilirsiniz, hər bir şəxsin, hər bir insanın taleyi var. Amma söz ver, heç bir sinifə getmirsən, gəl öz sinifinə. Sana deyə, hələ təzə gəlmirsən də, qoy bir tərin zadın soğusun, bir şeylər örgən. Çünki bilirsiniz də, Qarabağ mühiti və Qaradağ mühiti bizdə ümumiyyətlə saz, söz, şeir, musiqi, muğam mühitləri olub da, elə keçmişdən indiyə qədər. Olması səs gözəldir, kəlam yoxdur. Elə bir şey olar. Bütün sənətdə, incə sənətdə olan insanların hədəfləri eynidir. Yolları fərqlidir. Görəsən, mən həmişə özümü onlara borclu bilirəm. Biz musiqidən kasıbıq. Çox az xanəndələrimiz var ki, onların ifalarından siz iqtibas edəsiniz ki, bu hansı dövrdə yaşayıb. Yəni bilirsiniz, sənət bir şeydir ki, o sənətdə olan insan gərək özündən iz və tarix buraxır. Bir dəfə dizivi qətdə, bunu bir başa düş. Çətin bir zat da, əslən çətin bir zat da. Fəqət bir dənə şey var, nə? Tənbəllik. Biz dəqiqən bizim musiqi sahəmizdə indi Təbrizdə buna dərk edirik. Bilməyə adres vermələr, bilməyə nişan göstərmələr, bilməyə hamı saç-başdır. Əslən heç bizim normal bir salonumuz var ki, konsert verək. Biz gələk indi intizarımız olsun, gözləyək ki, biz opera salonumuz olsun. Sonra məndən sonra gedən uşaqlar hamısı çox inamla və qüdrətlə getdilər. Çünki bizdə var da ki, məsələn bir müvəffəqiyyəti kölgəyə salmaq hər nə qiymətə. Hünər biraz kölgədə qalıb da bizim ölkəmizdə. Sahib çıxan az olur. Xüsusilə də musiqiyə. Ona görə tülkülər, çaqqallar o qədər artıb, bir toyuq, bir cücə saxlamaq olur. Əslən bizim barmağımız belədir. Mən bunu dərsdə də uşaqlara deyirəm. Deyirəm, barmağınızı belə tutmayın, barmağınızı belə tutun. Sən əslən ötür bax, mən pisəm, yaxçıyam. Sən özünü islah elə. Qədim mən eşitərdim, uşaqdıq. Deyərdilər ki, insan özünü aldada bilməz. Yeni çağda hamı özünü aldada bilir. Mən biraz dərtliyəm, dərddə deyin gəlin. Hər halda bizim indi 50% səs baxımından xanəndəliyimizdə biz axsaq. Yəni xanım səsi həqiqətən bizdə yeri çox bətər boşdur. Hətta mən onu ifa eləyəndən sonra Bakıdan neçə nəfər mənə deyir ki, hanı sən Leyli? Leylisiz məcnun olar. Həyatın bir gözəl bir cəmbəsi var, o da xəttatlılıqdır. Siz fövq mümtaz dərəcəsinə yetişmisiniz. Qəbul edir. Xəttə heç vaxt iqdamı olmayıbdı, içində də yoxdur. Olub klasımızda. Şagird sualı soruşub. Belə qalmışam. Demişəm, mən bilmirəm. Amması var. Əgər mən bilmədiyim şeyi örgətsəm, mən cinayət bunu bilir. Ən böyük xain səhv örgədəndir. Bu adamı edam eləmək olar. Ədəbiyyat və şeir və qəzəl sahəsi xanəndənin ikinci ixtisasıdır səsdən sonra. Güclən deyil əzizim. Bu şəhabı eşqidir, eşq ki, bu bərqi nəxlə əymən hər onu yığan. O necə tutmasın adamı? Bilirsiniz, yenə də bayaq o dediyim kimi, muğamların hər birinin özünün ətri var, təravəti var, xarakter və şəxsiyyəti var. Siz Bakıdan qeydər-qeydməz Ay Nəcəfinin zamanı Şəhdariyə məşvərətçi oldunuz, müşavir oldunuz. İştibah bir hərəkət. Müşavirəni kimə veririk? Bağlı qapının nəyinə müşavir? Baltanı ver, səni çox istəyən var orada. Biraz da balta ver, baltalasınlar səni. Özün əllərinə balta ver ki, səni baltalasın. Mən dədəm Kərxana sahibdir, multimilyarder idi. Mən orada münsiflərin hərəsində hər gecə $10,000 qoydum ki, Ayət Afur, bu şəhər sizə bir dana məcnun rolu qoşdu. Çoxları çalışdılar ki, deyələr Təbrizdə muğam otu sönəcəkdir. Muğam otu sönmədi heç. Bir seri iidlər də bu otu daha alovlandırdılar, təndirin daha da qızdırdılar. Qeydaq şədək 20 il qabağa Bakıda bir müsabiqə geçir ki, Təbrizdən də bir dana sevimli bir muğam ifaçısı o müsabiqədə iştirak edir. Yine çoxları dedilər ki, bir-iki həftə gələcəkdi, səhnəyə çıxacaqdı və həsb olacaqdı, yenib qeydəcəkdi Təbrizə. Amma bu adam getdi, o müsabiqədə 3-cü oldu və həqiqətən bizim musiqimizin başını ucatdı.
Can dostlar, dəyərli radio müstəşar yoldaşları, salam. Hər vaxtınız xeyir olsun. Mən Aydın Namdar, bura Təbriz Radio Müstəşar Studiosu. Çox sevinirəm ki, bir taza epizoduna sizin qulluğunuzdayım. Bu epizodda mənə qonaq olub Nasir Ətapur cənabları. Təbrizin muğamından danışmışıq. 20 il qabaqki müsabiqənin əhvalatından danışmışıq. Şeir oxumuşuq, şeirdən danışmışıq və həyat fəlsəfəsini bahəm murur eləmişik. Xüsusən gözəl muğamlarımızın adını gətirib və onların haqqında danışmışıq. Epizodu başlamadan bizə yardımcı ola bilərsiniz. Nə cür? İctimai şəbəkələrinizdə paylaşın, dostlarınızı Radio Müstəşarın yayımlanmağından xəbərdar eləyin. Əgər bizi YouTube-dan izləyirsiniz, subscribe düyməsini vurun, zınqıronun da rəngini dəyişin. Sağ olun, var olun. Ətapur, çox xoş gəlmisiniz. Merhaba. Mən bir dənə bizad istəyirəm deyəm, sonra özümüzün də yadımıza düşəndə inanaq ki, indi gecə saat 9:30-dır ki, biz bu danışığı başlayırıq. Bəli. Sonra xatir olacaq biləmizə. Özür. Və deyəcəm ki, gecə 9:30-dır. Dostlar deyəcəklər, yox baba, biraz tez idi, biraz gecə. Bəli, indi çarşənbə günü Bəhmən ayının 3-ü 1403 və biz gecə 9:30-dır ki, bu danışığı başlayırıq. Siz bilirəm ki, klassdan çıxıb gəlmisiniz, səhərdən də. Üzürlü sayında mən yubatmışam. Xeyr, buyurmayın. 7-yə qərar edəcəm. Mən qədəmiz hər saatda. çox təşəkkür edirəm. Alçaq göydə buyurub gəlmisiniz. Sağ olun, var olun. Var olasınız. Ağay Ətapur, bizi bir gözəl danışıq gözlür. Müntəbicə danışıqların məmulən bir sıralaması olar, bir yerdən başlarlar. Bəli, mən onlara qarşıyam, elə də bəyənmirəm. Mən istəyirəm gedək 2006, 2007 Təbrizin qış axşamları ki, muğam müsabiqəsi yayımlanan saatlarda xiyavanlar sakitdirdi. Yəni, hamı gedirdi evlərinə, məxsusən müsabiqə qabağa getdikcə ki, həyəcan çoxalırdı. Təəssüb çoxalırdı. Bəli, hamı qaçırdı evə görə ki, orada nə olacaq və siz də çox sağ olun, başımızı ucatdınız. Və o halı havadan danışaq, o illərdən danışaq. Əslən, nə cür oldu ki, siz o müsabiqəyə qatıldınız? Hardan gəldi, hara getdi, sonraları nə oldu və qalanın axıdaq getsin. Çox sağ olun dəvətiniz üçün. Düşünürəm ki, inşallah bütün görənlərimiz və eşidənlərimiz nəsə bir şey çatdıra bilər onlara bu muğam sahəsində. Bilirsiniz, hər bir şəxsin, hər bir insanın taleyi var. Hər bir insanın kainatda payı var. Yəni, heç kim o payı da ala bilməz. Yəni, o məsəldə deyirlər ki, Allah 2 dəfə gülər. Bir o özü yıxanı istəyirlər qaldıralar, onda gülər. Bir də ki, özü qaldıranı istərlər yıxalar, onda gülər ki, bunlar mənniqdir. Nə gözü? O tali quşu indi hesablayaq, deyərlər tali quşu. Neçə illər fəaliyyətdən sonra indi biraz öz fəaliyyət deyirlər də. Təbrizdə biz məsələn böyük dəyərli sənətkarlarımız vardı ki, hər halda onlar akademik şəxsiyyətləri yox idi. Elə özlərindən qabaqçı nəslidən bir şeylər əxs eləmişdilər, əldə eləmişdilər və onları gətirirdilər bizə, aşılayırdılar. Qismət belə oldu ki, mən 2004-cü ildə getdim, Bakıya getməli oldum. Yəni, Bakı mənim o həsrət yerlərimdən biri olubdur elə uşaqlıqdan. Çünki mənim anam da Ağdamdandır və elə nəslimizin bir tərəfi o tərəfdəndir. Elə olub ki, biz bu musiqilərlə uşaqlıqdan məşğul olmuşuq, böyümüşük. Elə arzum da var idi ki, çünki özüm də musiqidə bir balaca fəaliyyət eləyirdim. Məsələn, 8-9 yaşından, 10 yaşından başlamışam mən musiqini. Ki, bir gedəm Bakıya. Tali qismət elə bir cür oldu ki, biz getdik Bakıya tərəf və çünki mən Arif Babayevin vurğunu olmuşam, dəyərli ustadım, əgər görürsə də buradan salamlayıram, uzaqdan da əlini öpürəm. Həqiqətən Azərbaycan muğam sənətində, yəni muğam barcahının sütunlarından biridir Arif müəllim. Onun da vurğunu olmuşam. Elə birbaşa getdik onun sinifinə, mənim bir Astarada bu tayda dostum vardı. Əkbər Cəbbər Pəsənd, onu da salamlayıram. Onların vasitəsilə biz getdik. O tərəfdə bu adamın imtahan fəsli idi, Xurdad ayında getdik. Elə biraz görüşdük. Bəli. Orada görüşdük və
oxutdu məni, baxdı filan, dedi ki, get sentyabrdaca, yəni sentyabrda olurdu Şəhrivanın 24-25-dən sonrakı danışgahın açılan vaxtı. Amma söz ver heç bir sinifə getməyəsən, gəl öz sinifimə. Getdik, başladıq Arif müəllimin sinifində və onunla yanaşı orada bilirsiniz, Azərbaycan Milli Konservatoriyasında və yaxud da başqa bir institutlarda və məktəblərdə, o elm ocaqlarında böyük ustadlar hamısı dərs keçirdilər. İndi də keçirlər, onda da keçirdilər. İndi bir çoxusu rəhmətə gedib, Allah hamısına rəhmət eləsin. Axan müəllim. Bəli, çoxları Əlibaba müəllim, Can Əli müəllim, çoxları rəhmətə getdilər. Allah ruhlarını şad eləsin. Elə bütün siniflərdə otururdum, gördüm məsələn müəllimlər necə dərs deyirlər falan. Elə onunla yanaşı, Arif müəllimlə yanaşı mən çox dəyərli məktəb yiyəsi və həqiqətən Azərbaycan Muğam məktəbi adı gətirəndə o danılmaz adlardan biri də Qəzənfər Abbasovdur. Bəli. Mən Qəzənfər müəllimlə də orada tanış oldum. Qabaqcadan tanıyırdım bir belə. Bəli, yaxından ilə tanış olduq ki, indiyəcən də 20 ildir elə bu dostluğumuz, qardaşlığımız və tələbə müəllim münasibətlərimiz yerindədir. Başladıq konservatuvarı. Konservatuvarı başlayan ildən bir il zat sonra idi, 8 ay sonra idi ki, 2005-in Muğam müsabiqəsinin startı vuruldu. Bəli. Ki, onda Space kanalında, Azərbaycanın Space kanalından yayılırdı və stadionun içində idi, stadion həcmində idi. Ki, mən onda Arif müəllim elə bilədən deyə, hələ təzə gəlmişsən də, qoy bir tərin zadın soğusun, bir şeylər örgən, ondan sonra qatılarsan, səndə qismət olsa. O il olmadı, bəli 2007-ci ildəki elan verildi Muğam müsabiqəsinə gətirin, sənət verin. Mən Arif müəllimlə məsləhətləşdim və Qəzənfər müəllimlə getdik, sənət verdik. Və yəni imtahan verdiniz da. Yox da əvvəl sənədləri verirsən ki, mən hazır. Sonra onlar elan edirlər ki, filan gün seçim mərhələ. Məsələn, birinci seçim, ikinci. Onlar bir dənə bizdən qabaq, Bakıdan qabaq, yəni gedirlər rayon deyirlər də, şəhristanlardan, o kətdən, bu şəhərdən yığırlar, orada bir baxırlar, oradan toplayırlar, gətirirlər Beyzafiyə Bakının iştirakçıları. Sonra orada bir 2 mərhələ, 3 mərhələdə seçim aparırlar, o 20 nəfəri axirə qalanı seçirlər. Ki, orada 2 mərhələ mən oxudum, yadıma gəlir. Əvvəldə bir mərhələ Mahur Hindi oxudum, sonra ikinci mərhələ Şahnaz Muğamını oxudum və ondan belə düşdüm mən o 20 nəfərin içinə. Yəni o taleyi ki, əvvəl danışığımda söhbət elədim, o quş gəldi, bəli, gəldi, oturdu çiynimdə. Nə gözəl. Bəli, bilirsiniz, o oturmağın hər şey belədir də. Biz elə deyək ki, ələ gətirmə çox rahatdır, saxlamaq və onu inkişaf elətdirib təqdim eləmək çox çətindir. Elə hər bir sahəyə siz bunu, hər bir şəraitə siz bunu tətbiq eləyə bilərsiniz. Ondan sonra işte düşdük o 20-liğin içinə, iş türküsü başlandı. Özdə bir şey idi ki, tarix boyu, yəni misli bərabəri və nümunəsi görsənməmiş bir şeydir. Yəni bir var ki, biz bir işi, bir məquləni, bir nəyəsə görə təcrübəmiz var. Deyirik, o bunu eləyibdir. Mən də məsələn, gəlim ayrı bir cür eləyim. Bir şeydir ki, heç kəs bunu görməyibdir. Demişdi, nə evdə pişib, nə qonşuda görmüşük. Ona görə heç kim bilmirdi nə olacaq, nə cür qabağa gedəcəkdir. Ki, sonralar Əlibaba müəllim rəhmətlik bir dəfə danışıqların əsasında klasda dəstə danışırdı. Döndü dedi ki, mən öz fikrimi sənə görə deyim. Deyim, buyurun Əlibaba müəllim. Dedi ki, sən əvvəl gələndə, çünki bizim görünməmişdi belə bir şey. Mən öz aləmimdə deyirdim ki, bütün Təbrizdən gəlibdi. Bizim burada uşaqlarla bu yarışa bilməz. Biz elə Təbrizə hörmət olaraq, o tayda yaşayan Azərbaycanlılara hörmət olaraq, bunu bir daha salaq da müsabiqə. İndi 3 həftə oxuyar, 5 həftə oxuyar da. Nə qədər oxuyar. Sonra sən deyir, gəldin özün bir performans görsətdin, bir muğamları ifa elədin ki, həqiqətən, yəni mən onda da elə müsabiqənin özünə də mənə demiş ki, mən səndən oturdum, oxumaq gözlədim. Qoyacaq bu həftə nə eləyəcək? Qoyacaq bu həftə nə eləyəcək? Və sən o səy və özünün o istəyin əsasında, zəhmətin əsasında gəldin, çatdın bura. Yəni mənim əgər fikrimə qoysaydım, çünki mən 5-ci həftə deyirdim bu çıxar, 3-cü həftə deyirdim çıxar. O zəhməti günü-gündən bizdən elə bir o haqqı tələb elədim. Yəni o belə bir şey var da, haqq alınmalıdır, verməzlər. Onu elə bir aldın sən öz haqqını, o zəhmətin əsasında ki, o 4 ay müsabiqədə olmanı televizyon qarşısında ki, siz də bayaq işarə elədiniz. O hamının gözünün qabağında olubdu. Təbiidir ki, elə bilirsiniz, məsələn, Cami Cahaniyə futbalı siz nəzərdə tutsanız dünya çempionatını 1 ay çəkir.
Bir tim orada maksimum 7 oyun oynayır. Bəli. O 7 oyun həcmində məsələn timi eyni vəziyyətdə saxlayıb gəlib çempion və qəhrəman eləmək çətindir. İndi siz tutun bunu muğam müsabiqəsi 4 ay. 14 həftə sən gərək özdə soyuq fəsl, xanəndənin əziyyət olan fəsli, soyuq dəyməliklər var, naxoşluqlar var. 4 ay sən stabil və eyni vəziyyəti qoruyub saxlayasan, günü-gündən də fərqli performans, fərqli qəzəllər, fərqli şairlər qabağa getdikcə də ehsas edirsən ki, sənə baxanlar çox, fişarat çox, rəvani məsələlər. O şükür olsun ki, zəhmət yerdə qalmadı və kainat o böldüyü payı verdi. O ildəki başıca olduq. Yəni eləyə bildik ki, buradan da ora bir iz qoyaq və sonra məndən sonra gedən uşaqlar hamısı çox inamla və qüdrətlə getdilər. Çünki bilirsiniz bir məquləni, bir iş hasil olanda qorxu olar onda hamıda. Elə ki o fasilada da müəmma çox həll gəşdi, asan şəvət. Əvvəl pilləki də götürüldü, ondan sonra iddialar yaranar. O heç də eləməyib, mən gedəcəm əvvəl olam. O belə bu tür şeylər və bahis olur ki, bir hərəkətə səbəb olur və şükür olsun ki, o hərəkət 2007-dən başladı bizim bu tayda da. Bəli. Yoxdu dəyirdi, 2007-dən qabaq vardı. Bəli, 2007-dən sonra ciddi başlayıb musiqi bizim tərəfdə və onun da bilavasitə səbəbi və səbəbkarı muğam müsabiqəsidir. Ola bilsin bəziləri nainsaflıq eləyirlər, qəbul eləmirlər, bəziləri. Çünki bizdə var da ki, məsələn bir müvəffəqiyyəti kölgəyə salmaq hər nə qiymətə. Bəli, o bir dənə reallıqdır. Kimin indi xoşuna gəlir, kimin xoşuna gəlmir, o ilə o qədər maraqlıdır. Bəli, 2007-nin muğam müsabiqəsi bizim bu tayda yaşayan Azərbaycanlıları bir musiqi cəhətindən hərəkətə gəlir. Çox gözəl. Sonrası nə oldu? Yəni müsabiqə ki qurtuldu. Sonra nələr yaşandı? Siz nə qədər qaldınız Bakıda? Nə zaman döndünüz Təbrizə? Mən müsabiqədə 2-ci kursdaydım. Yəni danışqanın 2-ci ilin. Çünki orada bir dənə də 1 il hazırlıq biz keçirik də, piş danışqanı deyirlər burada. 2-ci kursdaydım ki, müsabiqə başlandı və ondan sonra hələ mənim dərsim qalırdı. 2 il elə lisansdan qalırdı, 2 il qarşınasiyə ərşəddən qalırdı. Ta ilə davam elədik. Sonra doktorantura pilləsində də ki, indi oxuyuruq. Çünki koronazat bahis oldu ki, biraz difamız, zatımız dalı düşübdür. Biraz tarixi müşkillərimiz var bizim onlarla. Sənədiyyətlərdə əziyyət olur. Görürsən bir sənəd aparırsan, onlar qəbul eləmirlər ki, bu sən düz demirsən, məsələn. Sənədiyyətləri qəbul edəcək. Yəni indi siz danışçı doktorasınız da orada. Çox nə qədər qalır? Elə difa mərhələsində qurtarmışam. Yəni qurtula. Bəli, qurtula. Koronaya dəyibdi. Ondan sonra bəli də bu təhsilim ki orada idi. Bir 5 ildə mən müsabiqədən sonra başda təhsilimdə olmuşam. Və elə orada televizyona çıxırdıq, konsertlərdə iştirak edirdik və o fəaliyyətə ki muğam və musiqi ilə bağlıdır. Demək olar elə həm dərsim, həm fəaliyyətə musiqi yerində var idi. Ananın Ağdamdan Təbrizə gəlməyi. Nə əcəb, nə cür olub? Burada anam gəlməyib, nənəm gəlib. Bəli. Ki oradan var idi də məsələn o 78 il bundan qabaq bir para müşkillər olubdu elə bu iki dövlət çərçivəsində. Məsələn burada olanlara deyiblər çıxın gedin ora, vaxt veriblər 72 saat. Orada olanlara deyiblər məsələn kim istəyir getsin, kim istəməsə qapını bağlayırıq və buranı qəbul edəcək. Necə ki indi 2000-ci Qarabağ davasında da ermənilərə deyirlər ki, məsələn kim istəsə Azərbaycanın bayrağını qəbul eləsə, burada qulluq istəməsə tərk eləyə bilər. Onda da mənim nənəmgil oradan gəliblər. Əhərin yaxınlığında, Əhərlə Kəleybənd arasında Vənava kəndi vardı ki, Aşıq Ələsgərin kəndidir. Məşhur aşıqların biridir. Aşıq Ələsgər Vənavalı məşhurdur. Orada yerləşiblər o tarixdə. Ki sonra da mənim mamam Gülzat əmələ gəliblər, dünyaya gəliblər və nəsl oradan gəlib, Ağdamdan gəlibdir. Ağdamdan gediblər Gəncəyə, Gəncədən gəliblər. Əhərdə o Vənava kəndidir ki, nəslimizin bir tərəfi oradır. Elə atam da orada Binə kəndi var Vənavanın dibindən, elə oradandır. Elə düz dib-dibə bir kətdilər. Orada sevdalanıblar. Bəli də, biri bu tərəfdir, yəni deyəndə biri nəslimizin bir tərəfi o tərəfdən gəlməlidir. Yəni bu məcmuəyə bunlar, çünki bilirsiniz də Qarabağ mühiti və Qaradağ mühiti bizdə ümumiyyətlə saz, söz, şeir, musiqi, muğam mühitləri olubdur elə keçmişdən indiyə qədər. Şükür olsun ki, o indi qanunla intiqal tapıbdı, yaxud da mühit ilə intiqal tapıbdı. Şükür olsun ki, mənə də gəlib çatıbdı. Çox gözəl. Nasir bəy, boylanaq sizin uşaqlığınıza. Hansı məhəllədə doğulmusunuz, hansı ildə?
Uşaqlığınız nə cür keçib? Nələr eşitmisiniz, nələr görmüsünüz? Biz Təbrizin Eynid Döylə məhəlləsində olurduq. İndi Talıqanı deyirlər. Qədim Sərləş deyirdilər. Ərteşin dibi xiyaban vardı. Ləhlərdə olmuşuq, oralarda olmuşuq mən. Mən Bimaristan adı nədir? Qonqa başında yadımdan çıxdı. Mən orada doğulmuşam. Qonqa başında Bimaristan. Qoy adını yadıma salaram, çıxdı Nədir zeynimə. uşaqlarınızın yadınızda? Yox, Şəfa dəyər, yox. Bir daha da Təbriz adında Bimaristan. Yox, Təbriz dəyirdi. Qoyun indi yadıma İndi gəlir. İndi zehnimdən düşdü. Mən 55-in 1-ci ayın 3-cü günündə doğulmuşam. Təvəllüdümüz bir dostdur. Bəli. Mən də SYÇ bərabərdim. Nə gözəl. Bəli. O ildə doğulmuşam. Elə musiqiyə dedim də, o üçün mənim anam da yaxşı səsi vardı, oxuyardı elə uşaqlıqdan. Bizim el şənliklərində, toylarda, qonaqlıqlarda yığışanda elə. Ötəməl yaxçı da qaval çalardılar. Bəli, çox yaxşı, çox yaxşı. Mən elə qavalı onunla öyrənmişəm əvvəldə. O elə eşidirdik, musiqilər var idi, qulaq asırdım. Və elə oldu ki, 9 yaşında mən Təbrizin televizyon idarəsində bir balaca yeniyetmələr uşaqlar bir ansambl yaranmışdı. Ki onda gəldik ora üzv olduq. İndi onun elə loğuları qalır ki, üzvü qruhu Kudaşın o cavanı Sedasi May Mərkəzi Azərbaycan şərqi çoxdandır. Məsələn, salı 64, 65 o Cəngin də tüfəklərində ora gedirdik, gəlirdik ki, İslam qunçələri zəbt İslam qunçələri zəbt eləmişik, çox zəbt eləmişik onları. Ki, orada elə bərnamələrdə iştirak edirdik. İndi də elə qalır surutlarının çoxu. Oxuduq. Sonra biz gəldik, tanış olduq rəhmətlik Usta Səlimi ilə. Biz orada fəaliyyət eləyəndə Usta Səlimigil də böyük orkestrdən fəaliyyət edirdi. Onların da evləri Sedasi İmanın o sazmanı evləri idi. Axşamlar çıxardı orada parkda dolanardı rəhmətlik. Bizdə orada bir salon var idi, orada məşq elərdik. Yadımdadır bir dəfə orada məşq edirdik, tarçamanca qışqırma, oxuma uşağıq da. Səssiz gəlir, bu kişi də orada parkdakı həyətdə dolanırdı elə o sazmanı evlərdə. Görür ki, oradan musiqizə səs gəlir. Orada da sazları zağa qoymuşdular. Bəli. O elə Sedasi İmanın tərkibində ki, bunların ansamblın musiqi alətləri idi. Bu birdən düşünür ki, indi 3-4 dənə uşaqdandır. Gedib giriblər içəriyə, bu sazları sındırarlar, kökdən zaddan çıxardarlar. Birdən gördük xirsinə girdi içəriyə. Elə lap bu ləhnlə. Qoduqları kim buraxıb bura? Gəlin çıxınca. O dedi bəs ki, biz elə məsələn o məhəbbətənin uşaqlarıyıq, doluşmuş. Sonra gördü ki, yox, yeniyetmə balacaların ansamblıdır bu, tərk düzəldiblər. Ki, sonra gəldi, oturdu, həm tarçalarla işləyirdi, ilə bala sən bunu belə oxuy, sən bunu düz çalmırsan, bilmirdi əvvəldə. Əvvəldə dedilər ki, biz o sazları zadı istəyirik, sındıraq uşaqla da. Sedaf Simanın Ərteşdəki sazlar evlərdə. Orada olardı da, Usta Səlimin evi ilə orada idi. O salonda orada idi, bir dənə futbol meydanı vardı, indi də var, onun böyründə o salon var idi, orada məşq olardı. Ki, elə o fəzadan Usta Səlimi ilə tanış olduq, sonra rəhmətlik Mahmud Aşatiryanla tanış olduq, bəli, sonra Həsən Dəmirçi rəhmətliklə tanış olduq. Siz Həsənanın məktəbində dərs keçmişsiniz. Bəli, keçmişəm, bəli. O illərdən də bir danışaq. Ərz edim, o illər 70-ci Həsənanın Əbu Reyhandakı olmuşdu. Lalədə olurdu. Lalədə. Onda lap əvvəl ora açılanda o Bakıdan Cavanşir müəllim, Vaqif müəllim, qarman çalan zatlar vardı, gəlirdilər Təbrizə. Balaca idi, 1370 idi onda. Bəli. Məsələn, mənim onda 15 yaşım var idi. 14-15 yaşım var idi ki, ora gedirdik. Oradan ilə Həsən Ayla da tanış olduq və məktəbinə gedirdim, klasslarına gedirdim. Çox olmuşam, çox şeylər öyrənmişəm. Yəni mən həmişə müsahibələrimdə də deyirəm, elə dərsdə uşaqlara da deyirəm. Yəni onların bizim taleyimizdə, bizim bugünkü durumumuzda çox böyük payları var, rolları var. Allah hamısına rəhmət eləsin. Mən həmişə özümü onlara borclu bilirəm. Çalışıram ki, ayağımı qoyam onların ayaq izlərinin yerinə və onlar səbəb oldular ki, biz musiqi ilə tanış olaq, ədəbiyyatla, mədəniyyətlə və gedək davam eləyək bugünkü vəziyyəti hasil eləyək. Yəni əgər onlar olmasaydılar, demək olar biz də bu gün yoxduq. Çox gözəl. Ayət Apur ümumiyyətlə muğam oxuyanlar şeiri bizlərə Çeynə tükür eləyirlər. Dəmir hələ mən istəmirdim o kəlmə deyəm. Axtarırdım ayrı. Bu sizdə yoxdur. Bu sizdə yoxdur. Hala gələcəyik sizin
Təbrizdə, Tehranda, bu tayda gördüyünüz işlərə. Vəli el o muğam müsabiqəsində də çox bariz vəçi təmayüz sizin şeirə işrafınızdır, şeiri düzgün əda eləmağınızdır. Bir bu ki, bu hardan gəlir? İkinci bu iki, xop, indi möhtəməl bizim bu epizodumuzu görənlərin çoxu muğam həvəskarıdırlar. Nə etməlidirlər? Çox gözəl bir nüktəyə siz işarə elədiniz. Nə mən, böyük ustadların da demək olar, vəli elə qənaət bunadır ki, ədəbiyyat və şeir və qəzəl sahəsi xanəndənin ikinci ixtisasıdır səsdən sonra. Yəni siz nəzərdə alın ki, bir nəfər istəyir pilot və xələban ola. Bu xələban olanda ingilis dili bu peşənin içindədir. Yəni bir nəfər istəyə pilot və xələban ola, deyə bilməz ki, mən ingilis dilini istəmirəm, örgəşəm. Amma istəyirəm xələban ola. Mən məsələn New Yorkda, nə bilim, Berlində, Londonda, Furda eləndə türkü danışacağam. Onu əslən danışşədiyə yol verməzlər. Yəni o ingilis dili o peşənin və o işin içindədir. Yəni bu xələban səvayı bu iki təyyarədə olan sistemləri və hər bir şeyi öyrənəcək. O dili də gərək öyrənək ki, dünyanın beynəlxalq dilidir və onunla əlaqə və irtibat saxlayacaq. Siz xanəndəliyi götürəndə də ədəbiyyat və şeir və kəlam bunun ixtisasıdır və içindədir. Bəli. Heç kim deyə bilməz ki, məsələn Bakıda bunu çox deyirlər. Çün biz fars dili bilmirik, çün biz ərəb dili bilmirik. Bizim ixtiyarımız var şeiri qələt oxuyaq. Xoş bilmirsən ged öyrən də. Kim bilər ki? İnsan çox şey bilməz. Gedər zəhmət çəkər, mütaliə elər, müəllim tutar, vaxt qoyar, vaxt ayırır və o peşəni öyrənər ki, orada səhvi olmasın. Mən elə uşaqlıqdan ədəbiyyatın vurğunuyam. Yəni bilirsiniz, ədəbiyyat bütün insanlara, bəşəriyyətə lazımlı bir sahə və işlədir. Ki mən əslən tövsiyəm budur ki, bir insan kimi, bir dost kimi hər kim qəbul edir, ədəbiyyat hamı məşğul olsun. Ədəbiyyat insana yol göstərəndir. Ədəbiyyatda çoxlu şeylər var ki, insan onları tapdıqca görür ki, dünyanın dəyərini bilir, dərinliğini bilir. Çox-çox fərqli bir sahədir ədəbiyyat. Yaşayışın bir qolu kimindir. Elə mən vurğunu idim. Çünki bir tərəfdən də mən xoşnəvislik da elərəm, xəttatlıq da elərəm. Ona yetişəcək. Bəli, o cəhətdən də çünki mən ədəbiyyata ilə bağlı idim. Demək olar ki, mən çalışmışam elə lap o uşaq yaşlarından, gənc yaşlarından ədəbiyyatı daha doğru düzgün öyrənəm və onda olan o alçaq ucalıqların hər nə ki orada lazımdır, çalışmışam ona fərqli yiyələrəm. Çünki dedim ki, həm xəttatlıqda mən ondan istifadə edirəm, həm elə musiqidə istifadə edirəm. Gərək nəqsim olmuyor mənim orada. Mən eləyə bilmərəm, yəni kəlamın, yəni musiqi siz özünüz bilirsiniz də belə, özünüz musiqiçi olmusunuz. Musiqinin özünün dili var. Hətta mən bir məqalə vermişdim ki, avaz 4-cü dil kimin? O məqalədə mən bunu sübut eləmişdim ki, ədəbiyyat və şeirin özünün dili var. Yəni oxuyursunuz, şeir bir şeyi sizə başa salır, danışır. İnsanın nitq mədəniyyəti və natiqlığı da özü bir dildir da, biz indi danışırıq. Bəli. Musiqinin də dili var. Avaz üçün bu 3 dənənin tərkibidir. Bəs avazın özü 4-cü dil kimi sayıla bilər. Mən o məqalədə vermişdim ki, bu Kanadada da Heydər Baba qəzetində də çıxmışdı orada. Ona görə bu ədəbiyyat xanəndəlikdən əslən kənar, dəyir və heç bir tövcih də qəbul olunmur ki, çünki mən ərəb dilini bilmirəm, xop ki, dürcündə. Qaldı ki, biz ərəbi danışmırıq ki, biz qəzəllərimizin içində. Biz maksimum, məsələn, konservatuvarda oxuyanda, orada rektor Siyavuş Kərim idi, mən ona dedim ki, mən hazıram uşaqlara köməklik edeyim. Mən üçün onların hamısını qəzəllərdən çıxartmışam. Maksimum 140 ilə 170-80 dənə kəlmə var ki, ərəbi o, farsi o filan bu cür ki, demək olar əksəri şairlər onlardan istifadə ediblər. Məsələn, sirişk sözü, nə bilim, pəmbə sözü, çox elə demək olar əksər şairlər istifadə ediblər. Yəni sən bir dənə pəmbəni bilsən ki, bu pambıq deməkdir, elə Füzulidə də biləcəksən nədir, Nəbatidə də, Nəsimi, hər kimdə, Şəhriyarda da. Yəni lazım dərsən durub ərəbi danışasan, lazım dərsən durub farsı danışa bilsən ki, əladır, öyrənə bilsən. Sənə xeyri vardır. Çünki bəzi qəzəllərdə məsələn məzmunlar var ki, ona gərək ərəbi biləsən, ona gərək farsı biləsən. Məsələn, Nəsimi işlədib Söyban sözün. Söyban mənəm. Xoş, Söyban yəni böyük bir ilan, əjdaha. Ərəbi kəlmədə sin 3 nöqtəli sı əyn ilə yazılır. Bir adam ki, məsələn, latin ilə bunu yazır, bu başa düşməyəcək ki, bu Söyban nə deməkdir? Bu mütləq ərəbi yazılışda və qaydada məhfum tapır ki, 3 nöqtəli sıdır. Vəli latində sı bir dənədir deyil. Bəli. Sat yoxdur, sin yoxdur, 3 nöqtəli sı yoxdur. Ona görə bilsə əgər bir xanəndə bunu da ki, çox əla ola bilər.
Bəli, bilməmazlığı heç bir cürə qəbul olası bir zat Gözəl buyur. deyil. Ona görə ədəbiyyat xanəndəlikdən əslən müstəsna deyil və xanəndənin ixtisası hesab olur. Bəli. Mən özüm də bu məsələyə fikirləşəndə həmişə özümə təəccüb gələrdi ayət bu. Xoş, bir dənə xanəndənin bir repertuarı var. Bu məsələn oxuyacaq 30 dana, 40 dana, 50 dana qəzəl də. Bəli. Heç qəzəldə də icbar yoxdursa gərək bunu oxuyacaq. Xeyr. Xanəndə özü seçir. Bəli də. Xoş, sən vaxtı ömrə başa-baş o 50 dana qəzəl oxuyacaqsan. Bir dəfə dizivi qətdə bunu bir başa düş. Çətin bir zət deyil. Dəqiqən. Əslən çətin bir zət deyil. Fəqət bir dənə şey var, nə? Tənbəllik. Bəli. Vəssalam, əslən ayrı bir zət, yəni heç bir söz demək olmaz. Bu sənin ixtisasındır. Sən gəlmisən buna yiyələnmisən görə. Məsələn birdən deyir ki, indi musiqini qoy. Məsələn ritmi axsıyır bir dənə xanəndənin. Xoş, bu ritmi axsamaq bir dənə nəqsdir də. Dəqiq. Sən gərək gedib ona vaxt qoyasan, o nəqsi bərtərəf eləyəsən ki, sən gəlib oxuyanda da ritmidən çıxmayasan ki. Çünki mən eləyəmir, elə o tənbəllikdən, o əhneynim o can rahatlığıdır da. Bax, eləyəmirəm, bu can rahatlığıdır da. Eləmək üçün can istəyir, enerji istəyir, vaxt qoymaq istəyir. Ona görə hər bir sahədəki insanın nəqsi var. Bəli. Musiqi olsun, hər bir sahədə. Gərək ona, biz indi məsələn mədrəsədə nə olur? Uşaq riyazda zəif olur. Nə edirlər? Gəlib də müəllim tutulur ki, riyazı güc. İndi burada da özü. Əgər sən şeir bilmirsən, gəl şeir müəllimi tutasan. Ritmi bilmirsən, qaval ritm müəllimi tutmalısan. Sən gərək o nəqsi bərtərəf eləyəsən ta o boş qaba qoymalı olasan da. Dəqiq. Olmasa səs gözəldir, kəlam yoxdur. Bəli. Belə bir şey olar. Bəli. Çox gözəl. İndi şeirdən, şairlərdən danışmışkən sizin çox bəyəndiyiniz şair, klassik şairlərdə. Baxın, Yəni o iki çoxtər onun qəzəllərini oxumusunuz özünüz və oxusunuz. bilirsiniz, bir-iki dəyir. Bəli. Çünki bilirsiniz, əksər insanlar ki, bu səthdə çatırlar. İndi klassik şairlərimiz olsun, klassik musiqistlərimiz, bütün sənətdə, incə sənətdə olan insanların hədəfləri eynidir. Yolları fərqlidir. Nöqtə birdir. Hərə bir qapıdan, hərə bir küçədən, hərə bir xiyabandan gəlir o hədəfə tərəf hərəkət eləyir. Demək olar ki, bizim Azərbaycan dilində çox böyük klassik şairlərimiz var, həqiqətən. Yəni dünya səthinə çıxadalası şairlərimiz var. Məsələn, Füzulumuz var, Nəsimimiz var, Nəbatımız var, Seyid Əzim var, Vaqif var, nə bilim, Səməd Vurğun var, Şəhriyarımız var. Bizim indi bu tayın özündə də çoxlu böyük şairlərimiz olubdu keçmişdən indiyə qədər ki, məsələn, Qətrani Təbrizi, Qovsiyə Təbrizi, nə bilim, Umami Təbrizi, Nizami, çoxdur şair, yəni çoxdur bunlardan. Hərəsinin də bir dadı var. Bilirsiniz, eyni necə musiqidə məsələn deyirlər ki, hərəsi bir yemək kimindir. İnsan heç xodu düzdür. Adam deyir birdən məsələn mən qurmi səbzini söyürəm. Çoxları var da, birdən sual edirsən, əksəri deyilə qurmi səbz. Sonra birdən görürsən ki, qiymə qurmi səbzdən dalı dəyər axı. Məsələn, bunu necə söyməmək olar? Məsələn, elə bir dənə piti abquş yeyəndə görürsən ki, bu heç qurmi səbzini özün həll elər gedər. Yəni hərəsinin o məqamı və şəraiti fərqlidir. Baxın, məsələn, hər şairdə bir baxış var, hər şairdə bir dünya görüşü var. Sən o halətivə uyğun, zəmanıva uyğun, şəraitivə uyğun axtarırsan, hamısını oxuyursan, bir oradan şeiri, qəzəli iqtibas edirsən ki, bəh-bəh, bu görünə məsələn mənim bugünkü halımdır, bu ayki halımdır, bu ilki halımdır, ictimanın da orada əks halətləri görsənir. Elə bunu məsələn mən burada oxusam, düşünürəm ki, yaxşı nəticə verər. Yəni bilirsiniz, sənət bir şeydir ki, o sənətdə olan insan gərək özündən iz və tarix buraxır. Məmulən bizim xanəndəliyimizdə, indi mütaliə eləsək biz Azərbaycan xanəndəliyinin çox az xanəndələrimiz var ki, onların ifalarından siz iqtibas edərsiniz ki, bu hansı dövrdə yaşayıbdır. Çünki hamısında gül, bülbül, cəhcəh filan elə olmaz. İnsan gərək o şəraiti ictimaini də öz ifasında, öz əsərlərində əks etdirər ki, özündən sonra mütaliə olanda o nəfər desinlər bunda məsələn çətinlik varmış, bunlarda rahatlıq varmış. O ifalardan, o şeirlərdən, o nəqqaşıdan, o xəttdən iqtibas olunsun ki, biz hansı dövrdə yaşamışıq və çətinliklərimiz, asanlıqlarımız nədir? Ona görə bunları nəzərə alaraq bir şeiri seçsən, görsən Cahdan Füzulidən. Məsələn, mən indi son il yarımda taza bir layihə Ariyərsiyə gətirmişəm ki, 7 Eşq şəhəri adında bir layihə. Axırda Zabul Segahını oxumuşuz. Bəli, birinci ilə ikincini Füzulidən elədik. Zabul Segahı ki, indi buyurdunuz, Nəbatidən elədik. Elə əvvəldən axıra. İndi üçüncüsü, dördüncüsü ki, çağırgahda onun üstündə işləyirəm, Sərrafdan seçmişəm şeirlərin hamısını. Məsələn, Ey Şanə,
Bu ceysuyu pərişanə dolaşma. Can riştəsi var orada, çəkil yanə dolaşma. Ey zülfü siyah, dairə-i xalidə durma. Kafər balası, nöqtə-i imanə dolaşma. Gözəl bir şeirlərdir ki, Sərrafdandır və inşallah qismət olsa, həyata keçirdə bilsək, çağıracaqda Və onu gözlürük və bu در واقع sizin yaşatdıqlarınız bu axır dönəmdəki konsertlərə də mən gələcəyəm və danışacağam. Çə xət yazanda, çə muğam oxuyanda elə bir beyti, elə bir şeiri, elə bir qəzəli olubdu ki, sizi çox ayrı bir halə havalara aparmış olar. Bunu bilirsiniz nə səbəbdən soruşuram, Nasir bəy? Mənim şeirinlə çox əlaqədaram. Və odur ki, elə çox həmişə sevinirəm buna. Çox sağ olun, çox. Özümün də bir şeir kitabım, yəni çapa getmə halındadır bu əvaxirdə. Çox söyünürəm, yəni bir nəfərlə burada şeirdən danışanda, məsələn söyürəm fəqət şeirdən danışaq. Nə gözəl. Fəqət şeirdən danışaq. O əsasda sizdən soruşuram ki, elə bir beyt Çoxdur. ki, sizi çox ayrı. Çoxdur. Baxın, bizim bu siz dediniz klassik şairlərimizdə şah beytlər deyirlər. Bəli, bəli. Çoxdur. Bəli. Məsələn, biri Nəbatıda. Gücüləndə ilə əzizim. Bu şəhabı eşqidir, eşq ki, bu bərq nəxl əymən hər odun yığana. O necə tutmasın adamı? Bəli. Şəhriyar deyir, sinə bir dəşti muğandır, quzu yan-yana yatıb. Mənim ağlar gözümü orada araz eyləmsən. Bunlar o beytlərdir ki, yəni Füzulidə də çoxdur. Məndə Məcnundan Füzun aşiqlik istedadı var. Aşiq-i sadiq mənəm, Məcnunun ancaq adı var. Yəni insan o işində özünü sədaqətli tapanda, sadiq olanda işində, elə oxuyursan görsən ki, bu mənə deyir də. Yəni o söz adamı tutur. Ya məsələn, bəndə sığar iki cahan, mən bu cahana sığmazam. Gövhər-i laməkan mənəm, kövnü məkana sığmazam. Ayrı bir dünyanın sözüdür bu, ayrı söhbətdir. O qədər bu cür dərin məzmunlu sözlərimiz bizim var ki, yəni oxuduqca adam içində qərq olur. Baxır görür ki, həqiqətən biz heç damcı da dəyirik. Əgər bunlar iqtibaslar ediblər, irtibatları olub deyil, vəhy ilə, ilahi ilə, göy ilə, yer ilə, bilmirəm ki, ilə irtibat. Bu insan ağzından, insan təfəkküründən yaranan bir söz ola bilməz. Düz buyurursunuz. Allahu Əkbər ey sənəm, hüsnündə heyran olmuşam. Qövs-i qəzəhdir qaşların, yayinə qurban olmuşam. Üzündür ol cənnət gülü, boyun həqiqət sərvidir. Eşqində mən bülbül kimin aləmdə dəstan olmuşam. Asi mənəm, fasik mənəm, abid mənəm, zahid mənəm, mömin mənəm, kafir mənəm. Mən külli insan olmuşam. Bunu hansı dil deyə bilər? Məsələn, hansı beynin qüdrətindədir bu? Bu təbiidir ki, bir yerlərlə bunlar irtibatda olublar. Bu söz necə damı tutmasın? Ötürdü. Yəni o qədər bu cür beytlər var ki, elə adam yazanda da, hafizdə də var, əttarda, sədidə, bütün o klassiklər fərqi yoxdur, dilindən asılı olmayaraq. Hamısında o qədər dərin məzmunlu şeirlər var ki. Məsələn, Füzulidən bir dənə var, mən bunu çox sevirəm. Ya Rəbb, məni möhtacına möhtac etmə. Möhtac isəm, ancaq sənə möhtac olalım. Vəssələ. Bu necə adamı tutmasın? Bu necə adamda o... Ya məsələn var, Nafi, Anadolu'da Nafi adında şairimiz var da, Dədə Nafi deyirlər onu. Tuti möcüzə quyəm, nə desəm laf deyil. Çərx ilə söyləşəməm, aynəsi saf deyil. Əhli dildir deyəməm sinəsi saf olmayana. Əhli dil bir-birini bilməmək insaf deyil. Bəh. Əcəb hallara apardınız bizi. Əcəb hallara apardınız. Bir beytdə Seyid Əzimdən mənim əsən çox ağzımda dolanan, çox ürəyimdə gəzişən bir beytidir. Mən də onu təqdim edeyim, gedək söhbəti idamə verək. Deyir, durmuşam pişu pəsi tə'nidə. Bağışlayın, Sabirdəndir. Durmuşam pişu pəsi tə'nidə sabir elə kim? O əliflər ki pəs o pişə ətə'nadə durar. Bu necə tutmasın adam? Durmuşam pişu pəsi tə'nidə sabir elə kim? O əliflər ki pəs o pişə ətə'nadə durar. Çox gözəl, çox sağ olun. Çox sevib bəyəndiyiniz muğam. Bilirsiniz, yenə də bayaq o dediyim kimi, muğamların hər birinin özünün ətri var, təravəti var, xarakter və şəxsiyyəti var.
İnsanın da yaşayışında halətlərinin, yaşamın alçaq-ucalıqları var. Hər biri fəzaları fərq edir. Birdən görürsünüz ki, gahdan Humayunsan. Birdən görürsünüz ki, secahsan, aşiq olmusan, sevilmisən. Birdən görürsünüz ki, məsələn, biri ilə savaşırsan, çaharcaqsan. Biri məsələn, kədərlisən, zəminxarə, bayat qacarsan. Yəni bunlar hamısının öz dadı var, öz məzəsi vardı. İnsan çalışmalıdır ki, halətləri duysun, dərk eləsin. Yəni mən onunla razı deyiləm ki, mən filan şeyi daha çox istəyirəm. Bilirsiniz, hamısı istəməlidir. Bəli. İstəyin növü fərqlidir və istəyin mərtəbəsi fərqlidir. Məsələn, adam deyə bilmir. Bilirsiniz, mən məsələn Humayunu deyirlər, yaxşı oxuyursan, nəm Humayunu. Adam deyə bilmir, məsələn, indi Humayunu mən yaxşı oxuyuram, niyə görə Şuru yaxşı oxuyamayam? Həmən o bayaq dediyim kimi, əgər nəqsim var Şurun təqdimatında, gərək işləyəm də. İndi ustadımdan, böyükdən, sənətkarlardan mütaliənin nəticəsində. Mən gərək o nəqslərimi aradan qaldıram ki, hamısını eyni səviyyə gətirəm, çatdıram. Bəli, insanın olur da, gahdan ruhu birinə yaxın olur. Bəli, bizim muğamlarımız o qədər şirindir. O qədər dadlıdır, məzmun cəhətindən də, melodik cəhətdən də. Yəni, insanın ümumi halətlərindən xaric deyil. Bəli. Baxın, məsələn, səhər yuxudan duranda, səni istər-istəməz necə, görürsünüz, televizyonu açsan, radionu açsan, bir cübbacıq bir hərəkət. Bizim çağıracağımız hərəkətdir, ərağımız hərəkətdir. Çoxlu hərəkətə gətirin. Axşam istəyirsən yatasın. Humayuna qulaq as, şüşlərə qulaq as, sakitləsin səni. Get qəşə, istirahatı belə yat kesin. Yəni, bunların o insanın 24 saatında hərəsinin məqamı var. Hamısı da gözəldir. Yəni, sizin səsinizin temri bir cürdür ki, bilmirəm, şayət mən bücürəm. Mən çox söyərəm ki, sizdən minor muğamlar eşidəm, yəni Bayat Şiraz eşidəm. Bilirsiniz, mən lirik tenoram səs baxımından. Səs məquləsi bir şeydir ki, o paydır. Bəli. Özü də musiqi aləmində fəqət səs paydır, ha. O birilərdə də pay var, o deyərlər əli sululuq, o məsələn, görürsünüz, biri tar çalır, o da tar çalır. Bunun tar çalmağı fərqli adama ləzzət eləyir. Onda o damcı düşübdür. Şəhriyar deyir ki, şair olmazsan, anan doğmasa şair. Missən, abalam, hər sarı köynə qızıl olmaz. O var. Bəli, səs məsələsində, özdə bizim muğam və bu cür ciddi janrın məsələsində ki, səs lazımdır, şeştan səs lazımdır, o paydır. Səsin tembri və o rəngi, o bir dənə ilahının elə bir barmaq izidir də, ixtisasdır, verib sənə. İndi birinə xoş gələ bilər, birinə bəd gələ bilər. Yəni, bu xas bir şeyi yoxdur. İndi o adamlar ki, məsələn, mənim səsimin rəngindən hal eləyə bilirlər, nə mutlu mənim halıma, mən sevinirəm buna. O adamlar ki, mənim səsimin rəngi ilə, tembri ilə hal eləyə bilmirlər. Meylə onlardan bəri başdan da üzr istəyirəm. Bunda mənim heç bir dəxli təsərrüfüm yoxdur. Bu yəni ilahının vergisidir. Bəli, çalışıram ki, demək olar, o ifayı ki eləyirəm, çox adamın xoşuna gəlsin. Da indi birinin xoşuna gəlmir. Axı, xoşa gəlməməzlik də bizim coğrafiyada iki cürədir. Bir həqiqətən elə xoşa gəlmir. Bir də istəmir xoşuna gəlsin. Bu fərqli qəziyyədir. Ya xoşuna gəlsə qazandırmaz biləsən. Hər halda. İndi hər iki xoşa gəlməyənlərin ikisindən də mən üzr istəyirəm. Siz nəcəb, madəm sizin, əlbəttə bilirəm, uşaqlıqdan gəlib bu yola düşmüsünüz. Madəm lirik tenorumuz var, niyə bir klassik opera əsərlərinə də baş vurmağı düşünməmisiniz? Hərçənd ki, siz Arya Torkanpuri ilə Məcnun oxumusunuz. Çox da gözəl ifadə olub. Bəli. Bilirsiniz, opera ki bizim ölkəmizdə, məmləkətimizdə, şəhrimizdə, ümumiyyətlə biz musiqidən kasıbıq da. Yəni, tüm danışqahımız yoxdur, məktəbimiz yoxdur. Taza-taza hələ istəyir tat eləsin. O tat eləmağın da şəraiti və səviyyəsini gərək biz. Yəni, biz dünya eşelindən hər bir sahədə kənara çıxa bilmərik. Elmin bir eşeli var. Danışqahın bir eşeli var. O eşellər, o şərait, o çərçivə gəlib hasil olmayanda nəticə də təbiidir ki, çıxmayacaq. Ona görə üçün Təbrizdə, bilirsən, götürsə bu İranda yaşayan Azərbaycan üçün də bizim danışqahımız yoxdur, o istədiyimiz məktəb yoxdur, yəni müəllimi yoxdur ki, özü təhsil alsın və təhsil verə bilsin. Son 5-10-20 ildə yaranıb da bu şərait. İndi inşallah ümid eləyək ki, gələcək 10 il, 15 il, 20 illərdə
daha keyfiyyətli olsun, daha o akademik səviyyələr gəlsin. Ona görə də təbiidir ki, bizim əslən heç bizim normal bir salonumuz var ki, konsert verək. Biz gələk indi intizarımız olsun, gözləyək ki, biz opera salonumuz olsun. Təbiidir ki, bu bir tərəfə qəziyyədir. Yəni az ləhazı fiziki, az ləhazı nə bilim o yaşamımız, bir dənə də bizim dini müşkillərimiz var, şəriiyyət müşkillərimiz var ki, məsələn xanım səsi. İndi siz işarə elədiniz o Aryanın o Məcnun Talib Nur adında əsəri ki, 93-cü ildə biz bunu 3 gecə burada səhnələşdirdik. Orada məsələn Leyli yoxdur. Hətta mən onu ifa eləyəndən sonra Bakıdan neçə nəfər mənə deyir ki, hanı sən Leylin? Leylisiz Məcnun olar. Ki Arya üçün də görmüşdü Leylidən biz faydalana bilməyəcəyik bu tamaşada. Gəlib məsələn özü bir dənə fərqli bir zaviyədən baxıb ki, Məcnunun təxəyyülləri, əslən o səhnədə hadis olan işlər Məcnunun elə bir beynindədir onlar. Gətirib onu reallaşdırmışdı. Ayrı bir, o da bir fərqli baxış idi ki, mən düşünürəm pis də olmamışdı o baxış. Bəli, hər halda əgər mövzu Leyli və Məcnundur, iki tərəf olmalıdır da. İndi bizim o şəriiyyət cəhətindən burada xanımların səsinə ki, qadağalar və məhdudiyyətlər qoyulub ki, ifa eləyə bilmirlər, əl bağlanıbdır. Düzdür, indi son çağlarda biraz belə daha sınıq-salxaq fəaliyyətlər var xanımlarımızın tərəfindən. Siz də qruplaşdırmaqla onu yapırsınız. Hər halda bizim indi 50% səs baxımından xanəndəliyimizdə biz axsaq. Yəni xanım səsi həqiqətən bizdə yeri çox bətər boşdur. Və bizim də muğamlarımızın əslən bəzisi var ki, xanım xarakterinə yaranıbdır. Məsələn, Şahnaz muğam düzdür. Oğlanlar ilə bizlər də oxuyuruq, nə bilim, Xarid Secahdi, Qatardı. Bəli, bunlar xanım səsində effekt və o zəngüləsi, əslən haləti fərqlidir. Xanım yanalığı fərqli olur. Yəni bunlar bizdə məcburi həmişə kişi ilə qulaq asaq, kişi səsi ilə o səsə qulaq asaq. O da o istənilən effekti vermir. Ona görə bizim əlimiz bağlı oldu və elə o çünki mən də Bakıda deyirəm, burada yaşayıram. Bakıda olsam mümkündür məsələn bir Üzeyir Hacıbəylinin, nə bilim, Müslüm Maqamayevin ya başqa insanlar ki o operaları yazıblar, orada iştirak eləyəsən, bir şey oxuyasan. Bəli, mənim payıma Aryanın o yaratdığı Məcnun Talib Nur idi ki, 1 saat həcmində onu burada Bəli, Ayət Apur, bu şərh sizə bir dana Məcnun rolu boşludur. Düzgün Məcnun rolu. Ona görə o şərait hasil olur da. Bilirsiniz, məcmui əvamil görə salon o, məsələn siz hesab eləyin də məsələn onun orkestrin, simfonik orkestr lazımdır ona. Xoş, hansı danışqah bu uşaqları yetişdirib? Məsələn siz özünüzdə fəaliyyət eləmisiniz də o orkestrlərdə. Məsələn dostumuz Yaşar Şahapur nə qədər zəhmət çəkdi. İnsan öz cibi ilə, öz üzü şapalağı ilə qızartmaqla öcür böyük orkestrlər yaranmaz. Dünyanın hər yerində öcür orkestrlər şəhridarının, mədəniyyət nazirliklərinin, vizarətlərinin tərkibindədir. Onlar onlara aylıq verirlər, onlar onlardan istəyirlər, repertuarlarını təyin edirlər. Yəni hər bir işlərin onların götürürlər Arya Ərsiyə və o orkestr hazır olur. O orkestr hazır olmalı ki, məsələn o boyda iri həcmli bir əsəri 3 pərdədə, 4 pərdədə ifa eləsin ki, hələ ondan sonra gəlsin rollar, ifaçılar, vokalistlər. Bizim üçün orada nəqsimiz var. Ona görə mən düşünürəm ki, bu yaxın gələcəkdə bu bizdə hasil ola bilməz. Bəli. Və ürəyə də bir həsrət qazılır. O da ki, 1902-də olanda, axı 2025-də niyə olmasın bizdə? Bəli, cavab yoxdur. 1908-də. Leyli Məcnun operası. 1908. Bəli, 1908-də həyata keçibdir. Bəli, siz də məsələn 1921-də Üzeyir Hacıbəyli konservatuvar yaradıb. Bəli. Yəni 104 ildir. Bəli. 104 ilin hasilidir da indi bu işlər. Bəli. Bu əsərlər ki biz indi qulaq asırıq, böyük xanəndələr, böyük operalar, mahnılar, təsniflər, nə bilim operettalar, hər nə bir şey. Bəli. Hamısı bu 104 ilin məhsuludur. Xoş, əgər biz də bu günləri istat vursaq konservatuvara, biz də deyək məsələn, çünki indi sürəti qabağa getmə fərqlidir. Məsələn 30 il sonra, 40 il sonra biz də həmin şeylərə sağ vəli bu şərtlə ki, bugün start vuraq. Yəni 5 il sonra start vursaq olacaq 45 il sonra, 35 il sonra. 10 il sonra start vursaq olacaq, nə bilim 50 il sonra, 40 il sonra. Ona görə biz nə qədər tez başlasaq bu işə, buna da bir dənə bilirsiniz, himbirlik lazımdır. İctimai şuur lazımdır. Dəqiqən ötür. Baxın bizim musiqi... Birisi dalıya oturub dövləti də çox müqəssir bilmək olmaz. Baxın, mən əgər gəlirəm bir sahəyə, baxın, mən biraz dərdliyəm, dərddə deyin gən olur. Çox belə müşküllər var. Biz hər nəyi əvəzin ki, özümüzdə axtaraq.
Biz əslən bilmirəm bunu kim bizə öyrədib, hardan bu gəlib bizə düşübdü. Biz hər nəyi özcə axtarırıq. Əslən bizim barmağımız belədir. Mən bunu dərsdə də uşaqlara deyirəm. Deyirəm barmağınızı belə tutmayın, barmağınızı belə tutun. Sən əslən ötür bax mən pisəm, yaxçıyam. Sən özünü islah elə. Sən əgər seçə bilirsən o Luqman kimində ki, mənim bir hərəkətim səhvidir, çalış səndə olmasın da. Bəli. Bəli. Ya əgər mənim bir hərəkətim yaxçıdır, sən onu məndən götür də. Götür onu biraz da qol-qanat ver, özünküləşdir, daha genişləndir. Mütəəssifانə biz ora qədər ki barmağı bücür tuturuq və həmin də üçün bizim burada musiqinin toliyyəti yoxdur, sahibi yoxdur. Bəli. Ötürülüb öz başına hərə bir tərəfdə ada kimi, göbələk kimi bir tərəfdən bitib 20 ildir, 15 ildir, 30 ildir musiqi sahəsinə mənsubdur. Bəli, heç bir işi o lazımlı dərəcəyə çatmalıdır, eləyə bilməyibdir. Fəqət bunda bir dənə boş təməllüqdən, riyadan, iddiadan başqa bir şey görmədim, Hüseyn Cavid deyir. Bir dənə iddia yaranıb ki, mən musiqiçiyəm. Az qısa bayaq Amuskatda ilə dostlarımız gəlmişlər, bu mövzuda danışırdıq. Mən deyirəm ki, əzizim, hər bir şəxsi bir zaman periyodunda qarnamə əsasında ölçəlir. Bəli, bəli. Əslən mən danışıram, mən deyirimdən olmaz ki, halva deməklə ağız şirin olmaz ki. Siz bir məquləni, bir nəfəri, indi sportçu ola, futbolist ola, musiqiçi ola, döktür ola, nə bilim, hər kim ola. Deyirlər, nə vaxt başlayıb? Məsələn 20 il qabaq. 20 ilin içində bu neyinib? Karnaməyə qoysun yürüyəcək. Məsələn 4 dənə kitab yazıb, divan yazıb, konsert verib, hər sahədə. Məsələn, döktürdü, necə əməl eləməyib. İddiası var ki, məsələn, filan cərrah niyə məsələn 200 milyon pul alır? Xoş. Axı bu iddia mən elə sual burada məndə yəni. Bu iddia hardan insanda hasil olur? Nənin iddiasıdır? Xoş, o zəhmət çəkib, dərs oxuyub, gecə səhərəcən, cənabım məsələn bağda getmisən, yatmısan, dağda gəzmisən, o səhərəcən oyaq qalıb. Bir elmi yiyələnibdir. Özünün də indi şuuri, özünün də istedadı, kainatın da ona damızdığı o Şəhriyar dedən şair olmazsanı, gəlib olub, məsələn, deyək filan həkim. Elə əlim vurur, keçir otağa əmələ, o adam salim çıxır. İndi bu neynəsin ki, bu əməl eləyəndə diri qalır, sən əməl eləyəndə ölür. Günah ondadır. Sən günahı o əməl eləyib sağaldan həkimdən axtaracaq. Bu bizim musiqidə də mütəəssifanə vardır. Özür. Musiqiyə mənsub insanlar var ki, karnamə əsasında baxırsan ki, qəbul nömrəsi almırlar. Bəli, bir dənə iddia bunlar da yaranır ki, o iddia gəlir bizim musiqiyə zərbə vurur. Bəli, ki, məsələn, özün düzə... İndi fərz edin Təbrizdə ustad adamlar var da. Bəli. Amuskahlarda, orada, burada dəstəyirlər. Şair ona deyir ustad. Özü də aynada özünə deyir ustad, ha, o da. Axım elə zalim bu da bir dənə yeni əsrin, çağdaş əsrimizin yeni yaranmasıdır. Qədim mən eşitərdim uşaqdıq, deyirlər ki, insan özünü aldada bilməz, yeni çağda hamı özünü aldada bilir. Bu çox maraqlı bir şəraitdir bizim bu indiki yaşamımızda. Ki insan özünü aldada bilirmiş. Qabaq alladanmırdılar, indi alladırlar. O dedi məlakədə o qədər deyirlər ki, özünə inanır ki, elə belə. Bilirsiniz? O icazə vermir ki, bizim musiqimiz inkişaf eləsin. Hamıda iddia yaranır. Çünki o mütəvəllilərin də elmi musiqi yayları zəifdir, başları çıxmır. Fəqət istəyirlər bilan və bəzi bərnamələri dolduralar. Elə oxuya bilir, baba gət oxusun, bir şey çıxsın, gəlsin. Çala bilir, gətir. Bunlar bücür olur, bahis olur ki, bir dənə insanlarda bir təvəhhüm yaranır, bir özünə bir boş inam yaranır ki, içi yoxdur. Yəni qoyuq kimi bir şeydir. Həcmi cəhətindən böyüdür, hubabdır da. Bir hubabəm ki, həvadən doludur pirəhənim. Füzulinin sözüdür, bəli. Ona görə bizim musiqimiz gəlir axsıyır. O siz deyən ideallara çatmaq üçün elmiləşdirmək lazımdır, silsiləmək. Bütün sahələrdə, bayaq az qısa deyirəm də, bu yaxşı bir mövzu işarə elədiniz ki, bundan ötürü bir 2 saat danışmışam. Mənim sualım budur. Bizim görənlərin hamısından. İbtidai müəllimimiz var bizim. 1-ci sinifdən 5-ci sinifəcən dərs deyir. Amuzucu pərvərişində rəsmi kadrıdır. Eyni amuzucu pərvərişin rəsmi kadrıdır, Dəbiristana dərs deyir. Düzdür? Bəli. Bu doğum ibtidainin müəllimi niyə iddia eləmir ki, mən gəh dövüm Dəbiristan dərsi deyəm? Sualıma bir nəfər çıxsın, cavab verin. Bu hardan yaranır ki, məsələn bizdə ibtidai müəllim deyir ki, mən gərək danışqahda dərs deyəm.
O da xanəndədir, mən də xanəndəyəm də, o da istəyir. Seyid Əzim buna cavab verir. Sən qəbul eləmirsən, mən neyniyim? Mən gədazadiyə bax, rütbə-i şah istəyirəm. Ərteşdə, silahlı qüvvələrdə silsilə məratib tərifdir. Həkimlərdə silsilə məratib. Ağa, indi bir nəfər kəlfətin ilə diş çəkir. Konferansiya dəndan pezeşkiyə icazə verərlər, bir geçsin danışsın. Deyir, mən valla elə çəkdim ki, şu an qanı da gəlmədi. Heç ağrımadı da. Yoxsa mən gələm burada dişdən. Olmaz axı, bir silsilə məratib var, gərək dərsini oxuyasan, mədrəkin ola, nizam pezeşki nömrən ola, vəvələr var. Hələ xod orada sən alandan sonra o karnamə ki deyirdim, görsədilər ki, bu dövdür. Bu konferansda danışa bilər bər əsası karnaməsi. Məsələn, 300 dənə implant eləyibdi. Hamısı da müvəffəq. Bu gün gəlib implantdan danışa bilər. Bər əsası eşeli, karnaməsi ona o meydanı verirlər. Nəinki mən bundan xoşum gəlsin burada danışsın. Bu olmaz, bu təbiətən o sahəyə ziyan vuracaqdır. Biz əgər ixtisasdan danışırıq, təxəssüsdən danışırıq, biləxərə gərək axtaraq təxəssüsləri, onlar ki mütəxəssislər, onlar ki vaqəən karnamə üzü ilə, əslən danışıq üzü ilə yoxsa, bunun da gərək mütəvəllisi ola da. İndi mən bu günlərimə fəaliyyət eləyirəm. Mənim karnaməmi bir nəfər gərək çıxada da, ya məsələn bu filan tarixdə başlayıbdır, filan tarixəcən 5 dənə şahid yetişdiribdi, 5 dənə konsert veribdi, 5 dənə televiziyonda oxuyubdi, 5 dənə albom çıxıb, hər nə mənə. O karnamə ilə mənə deyirlər ki, sən şaird əvvəlsən, sən 9 yarım almısan, 10 vermişik, sən 2 almısan, gedişivinlə məşğul olursan. Yəni bu bir dənə həqiqətdir. Biz buna təmkin eləmirik. Hamımız elə, o da musiqi sahəsində daha çoxdur. Hünər sahəsində, çünki biləxərə hünər biraz kölgədə qalıb da bizim ölkəmizdə. Sahib çıxan az olur. Xüsusilə də musiqiyə. Ona görə tülkülər, çaqqallar o qədər artıb, bir toyuq, bir cücə saxlamaq olmur. Bəh. Uşaqlar nə qədridir zəbt ediyor? Başımız qızışıb elə gedirik. Bəh. Biz bu gecəni qoymayacaq, səhər olsun. O heç. Çay verin. Amma bir ara verək, bir boğazımızı isladaq, qeydaq. Sağ olun, var olun. Çox sağ olun. Hop, danışığımıza davam verək. Buyurun. Nasir bəy, sizin çox adamın bilmədiyi, həyatının bir gözəl bir cəmbəsi var, o da xəttatlıqdır. Siz fövq mümtaz dərəcəsinə yetişmisiniz. Bu xət eşqi hardan gəlib, sizi hara aparacaqdır? Bunu qəbullanırsınız da ki, çox adamını bilmir. Bəli, çoxları. Çox adam bunu əsən bilmir ki. Bəli, çoxları vardır ki, məsələn, mən də əzqədə dünən, qoy görüm burada olsa onu da oxuyayım da. Bir dənə xət paylaşdım Instada. Neçə nəfər elə gəldi, yazdı ki, bu sizin kimindir? Bu sizin, yox, Ətapur yazmışam da aşağıda. Qoy görüm. Ki, inanmırdılar ki, məsələn, bunu mən yazmışam. Deyirəm, mən məsələn, buradan bir qolay görsədim. Aha. Şeirini də oxuyayım. Boro ey zahido, bər dərd keşan xordə məgir. Ki nə dadən cozin tohve ve maruz ələst. Ançe او ریخت به پیمانه ما نوشیدیم اگر از خمر بهشت است و اگر باده mest. Bu şeiri mən yazmışdım. İndi dürbün bilmirəm tuta biləcəm. Onun faylını lütf edersiniz uşaqlar. Kamil qoyarlar. Ki çox adam bəli bilmir xəttatlıq. Bilirsiniz? Xəttatlıq və xoşnevislıq da ümumiyyətlə bir dənə bir şeydir. Mən Allahımdan çox şakir və minnətdaram Allahıma. Məmulən biz oxuduqlarımızda, eşitdiklərimizdə, gördüklərimizdə belə bir şey var ki, xətt xoş, sedayı xoş, sirət və sifət xoş. Bəli. Hər biri ilahının bir dənə payıdır. İndi bunu mümkün çox adam o təkəbbür kimi qəbul eləyir. Mən əslən şükrgüzarlıq kimi deyirəm ki, bunların üçünü də verib Allah mənə. Elə uşaqlıqdan. Xəttatlıq da o cümlə şeylərdən ki, mən çox əziyyət çəkməmişəm xəttatlığa. Çox vaxt qoyan məsələn, öyrənəm. Var dostlarımızdan, var bəzi əsatid
yoldaşlarımızdan ki, enerji qoyublar. Necə mən musiqiyə o enerjini qoymuşam, məsələn mən xəttə qoymamışam. Var dostlarımızdan ki, o qədər xəttə enerji qoyublar. Məlumat, xətt, Tehrana get, Ustad Əmirxani, böyük əsatidin məhzərində olmaqdan istifadə edirlər. Mən elə Allah, yəni bunu o bəzi dostlarımız ki vardılar, böyük ustadlardılar. Onlar da həmişə deyirlər ki, sən qələmi götürəndə bir gün maksimum 2 gün məşğul olsan, neçə ildə yazmasan, 3-cü gün düşmüsən reylə. Yəni bu da bir dənə vericidir. Bu da bir dənə Allahın lütfü və payıdır. Ki, həmişə dediyim kimi minnətdaram ona. Xəttatlıqda çünki bilirsiniz də musiqi ilə demək olar ki, eynidir. Yəni musiqidə olan parametrlərin hamısı xəttdə var. Cəlibdir. Yəni Bunu bilmirdim və açın lütfən. Bəli. Baxın məsələn siz indi götürün ki, xəttatlıqda var ki, nəşib və fəraz, məsələn furud, suud, nuzul xəttdə var da. Məsələn biz ba yazırıq, gedirik üstə suuddur. Məsələn fərz elə mim yazırıq, gəlirik aşağıya furuddur. O musiqidə də var. Yaxşı. Məsələn korsi xətti hamil var musiqidə. Xəttdə biz bir dənə xətti korsinin üstündə yazırıq biz. Yəni çoxlu parametrlər var ki, xoşnevisi ilə dəqiqən xəttatda ədəbiyyat. Hər ikisinin də şaxisəsidir. Təməlidir. Fəaliyyətin təməl daşıdır. Ona görə bu da səbəb olub ki, mən daha sıx bağlanmışam bu iki sənətə və ara sıra da elə xəttlər yazıram ki, mən fövqümtaz dərəcəsini almışam Salih 90-da ya 91-də, dəqiq yadımda deyil. Ki, sonra da çalışdım bir ara, keçən illərdə bir ustadlıq dərəcəsinə də biraz yazdım. Hala qəbul eləmədilər. İndi görək, indi bu birisi mərhələlərdə qismət olsa, çünki yazaq verək ki, böyük əsatid ki, İranda vardılar. İnşallah ki, onlar bəyənmiş olarlar və o dərəcəni verələr. Xəttə kimlərdən dərs Mənim almışsınız? burada ustadım olub Ayın Nəsiri, Yunus Nəsiri, indi də rəis əncüməni xoşnevisandır Təbrizdə. Gözəl insandır, gözəl, mehriban adamdır və ondan örgəmişəm. Hələ az müddət getmişəm yanına. Dediyim kimi də, çünki dostlarımız çox vaxt qoyublar xəttə. Mən xəttə o qədər vaxt qoya bilməmişəm. Elə o ilahının verdiyi payın əsasında bəzi şeylər yazıram ki, dostların bəzisinin xoşuna gəlir. Bu da sevindirici haldır ki, adam bir şey yazır, o əsatid əhli fənn onu qəbul edir. Xəttə heç vaxt iddiam olmayıbdır, heç indi də yoxdur. Çünki mən dediyim kimi, mən etiqadım təxəssüsədir. Əgər bir şeydə mənim təxəssüsüm yazmaq dəlil bər bu demək deyil ki, mən xəttatam. Mən o sahədə danışa bilərəm, konferans yox. Heç vaxt mən bu cürət. Hətta mən yazarlar indi mən o bilənlər ki, bizə dəst deyəsən xəttatlıq xoşnevisini, mən hamısını yollara müəllimlərə. Çünki mənim məlumatım yoxdur. Əgər mən bilmədiyim şeyi örgətsəm, mən cinayət bunu bilirəm. Ona görə mən heç vaxt ona cürət eləmirəm ki, məsələn, düzdür, çox adam deyir ki, filan kəs səndən zəifdir. Onun o bayaq dediyim kimi də, elə həmin iradə mən əgər özüyə tuturamsa, elə özümə də tuturam da. İndi o məndən zəifdir, gedib özünə cürət verir, bir nəfərə xəyanət eləyir, mən deliyim. Mən heç vaxt, elə onun musiqiyə də mən həmişə arzu edirəm. Hər sahədə insan gərək bir şeyə, baxın biz bayaq elə musiqətdə bunu danışırdıq. Bizim bir fənnimiz vardı konservatuvarda, pedaqoji hazırlıq fənni, yəni tərbiyyət müəllim. Orada bir dənə cümlə var. Bu bütün fənnilərə mənim fikrimcə, baxışımca sadiqdir. Orada deyir ki, biz indi xanəndələri nəzərdə tutur. Öyrən, oxu, öyrət. Öyrənsin, oxusun, öyrətsin. Bu prinsip ilə bizim musiqi davam eləyir. İndi burada dostlarımız var ki, oxu, öyrən, oxu mərhələsini keçitməyiblər. Appılıbla öyrətməyə. Aman aman. Mən indi sual eləyirəm, sən nə mənə öyrətsən? Bu deyir ki, əvvəl öyrən o sahəni. Öyrəndiklərini həyata keçirt. İndi mühəndissən, saxtuman düzət. Döhtürsən, əməl elə. Xanəndəsən, oxu. Tarçalansan, tarçal. Nəqqaşsan, nəqqaşsan. Elə ki, təcrübə kəsb elədin, bildin nə xəbərdir, gəl öyrət. İndi bu iki mərhələni bizim burada dostlarımız var ki, keçirtməyiblər. Həmin o bayaq dediyim ustadın dalında cizdim. Nə mənə öyrədirsən? Mən insanların eydam eləmağına müxalifəm. Bir şərtinə, bir yerdə müvafiqəm. O da səhv ürgədənin eydam eləmağıdır. Məsələn, etiqadım münacib bir nəfər ki, xəyanət edir dünyada, ən böyük xain səhv ürgədəndir.
Bu adamı edam eləmək olar. Ki, çünki paya, həyatın quruluşu siz nə mənə hesablasaz buradan yaranacaq. Əgər biz düz adres vermiriksə, qələt gedirsə, aman o xəşdə əvvəl cəryanıdır. Gedib əyri çatacaq, əyri bitəcək bu. Xoş, mən nəyə cürət eləyib bunu eləməliyəm? Ona görə Çox cəlibdir ha Nasir bəy, biz bu sözləri bir adamın dilindən eşidirik ki, xəttatlıqda fövqü mümtaz dərəcəsi var. Yine ona rağmen deyir mən örgədənmərəm, örgətmərəm. Örgətməmişəm indiyəcəm. Əslən, bilirsiniz, mütəxəssis deyirəm bu sahədə. Cəlibdir. Mümkündür, məsələn, bir nəfər bir sualı verə xoşnəvisdən. Mən indi ona cavab verə bilməyəm. Başlayam, özümü uyduram ki, çünki mən fövqümtazam, ustadam, nəmnəyəm, 30 ildir xət yazıram, 20 ildir xət yazıram, mən bunu azdıra bilərəm. Olmaz axı, şəstinə mən belə bilməməkdən heç vaxt qorxmamışam. Ciddi də qorxmuram. Bəli, bəli. Olub klasımızda şagird sualı soruşub. Belə qalmışam. Demişəm mən bilmirəm. Amma amması var. İkimizin qabaqda bir həftə vaxtımız var. Gələn həftə bugünkü gün ya sən məni öyrədəcəksən ya mən səni. Bu sual iki mətrəh elədim. Buna gəl cavab tapaq da. Mən bilmirəm. Gələn həftəyəcən bir həftə ikimizin də vaxtımız var. Ya sən axtarıb tapıb gətirib məni öyrədəcəksən, ya mən axtarıb gətirib səni başa salacağam. Nə ölümdür, nə göy yerə gəlir, nə yer göyə gedir. Bilmirəm də, bilmirəm. Mən də durum onu anladım ki, bilirəm, uydurum onu, yolun saçdırım. Biz dəqiqən bizim musiqi sahəmizdən də Təbrizdə buna dəhərkirik. Bilməyə adres vermələr, bilməyə nişan göstərmələr, bilməyə hamı saç-başdır. Uşaq gedir 3 il, 5 il, 2 il pul xərcləyir, zaman qoyur, mənəvi, maddi bir nəticəyi ala bilmir. İstedad aradan gedir, hövsələsi aradan gedir, yorulur, musiqiçilərə, xanəndiyə, tarçalana, piyanoçalana baxışı dönür. Niyə? Mən nəkariyəm bu sahəyə lətmə vura biləm. Əgər eləyə bilirsən, əlindən tut. Eləyə bilirsən, köməklik elə. Eləyə bilmirsən, neytral qalmaq, xunsa qalmaq bir dənə böyük xidmətdir. Çox gözəl. Eyni konkur necə? Biz sualın cavabını bildik, vurmalıyıq. Bilmədik, vurdıq, mənfi alırıq. Xoş, sən xunsa qal da. Əgər sualın cavabını bilmirsənsə, niyə vurursan, mənfi alasan? Bu elə həyatda da sadiqdir da. Dəqiq. İndi bu fərqli cəhətlərlə özün bizə görsədir, biz də ibrət götürmürük. Bəli. Məsələn, mən ki birini azdırıram, gərək gözləyəm də, kainatda mənim balam azdıracaq bir yerdə. Eşitmişik də belə şeylər. Bir yerdə səhvlərimiz olub da, hamının həyatda səhvləri var. Heç kim deyə bilməz. Qurddalasan hamının qurdu çıxar. Tarix, həyat boyu, tarix boyu. Xoş, gəlir başımıza bir hadisə gəlir. Oturup belə, Allah görəsən mən nə eləmişdim? Eləmişdin də. Qəşəng bir həyatının filmi olsa, zehnində analiz eləyə bilsən, görərsən ki, hələ bugünkü bu çıxıb sənin qabağa, lütfünlə çıxıb sənin qabağa. Elədiklərin qabağında. Biz hamımız özümüzü qoyuruq bir dənə o ceyran əl çatmayan yerə. Elə bilirik ki, biz bütün kamilıq, mənə xələl gələ bilməz, mənim gördüklərim düzdür, filandır. Niyə bu iş gəldi mənim başıma? Niyə? Birdən görürsünüz, çox belə cüzi bir şeylə. Səhər durursan, istatırsan, motor dayandı. Xoş, buna illət axtarsan, vallahi illəti 5 gün qabaq filan şey ondadır. Keçən iləm neynədin ondadır. Hamımız elə bu həyatda başımıza gəlir. İndi ibrət götürən lazımdır bundan ki. Biz çalışmalıyıq ki, bayaq dedim ki, barmağı özümüzə. Bax bey, uşaqlara mən klassda deyirəm, özümə də çox demişəm hamını. Get dur aynanın qabağında. Ağzı var, nə mənə gəlir özü var denə. İndi istəyirəm sənə deyəm də bu sözləri. Var da keşmə-keşdə o dost ona deyir, bu mənəsə. Ayna qabağında dur özü var deyir. Söy özü var. Ağzı var, nə mənə gəlir denə. Ürəyi boşat. Evdən eşiyə çıxanda bizim insanlarımız təzəkkür vermir özlərinə. Məsələn, mən bir müəllim kimi, sübh evdən çıxıram, muğam müəllimiyəm. Mən bir təzəkkür verirəm ki, bugün allatmayacağam, bilmədiyimi deyəcəm, bilmirəm. Çalışacağam, xain olmayam, çalışacağam, yalan da hisslənməyəm şairdə. Bunlar ki, insan özünə təzəkkür verir ha. Gəlir birdən şairdin qabağında istəyirəm, hisslənəm, o söz yadıma düşür. Uduram.
Xoş, bəs bu təzəkkürlərdən biz niyə verməyək özümüzə? Bəli. Ayrılarına başarırıq verək ha, özümüzə yox. Bax biz özümüzə məsul. Baxın, hamı deyir ki, bu söz də biz çox eşidirik daha ki, bir nəfər məndən nə olacaq? Baba, vallah, billah. O öndə gedən ölkələr, öndə gedən istimalar, məsələn, Japon indi götür, əzlazi sistem amuzəşi dünyada taplardan biridir. Bir nəfər rəylə düzəlib. Bəli. Baxın, tsunamidə mən bir səhnə gördüm Japonda. Əks idi, bilmirəm, ruznamədə gördüm, telefonda gördüm, amma gördüm o səhnəni. O şəhərə ki, tsunami gəlib zirsaq, dünya dağılıbdır. O biri şəhərdən bunlara yeməkdən, çörəkdən, sudan filandan gətiriblər, davadan, dərmandan ki, şəhər dağılıb da. Bir dənə xanım uşaqla durubdur səfdə. Özü rədif ilə adam kimi durublar səfə. Bir-birini də öldürmürlər. Hamısı da acdır. Hamısı da yeri yox, hamısı da daviyə, hamısı da eyni şəraitdədirlər. Heç birini itələmir. Durublar səfə. O çörək paylayan bu uşağından ki, ana durub bir yerdə bunlara 2 çörək verir. Çörəyin birini qaytarır ki, bir dənə bizi görər bu şəraitdə, bunu verin daldakına. Biz bu şuura nə cür çataq? Musiqi buna bizdə xidmət eləmir. Xət xidmət eləmir, pezeşki xidmət eləmir, ədəbiyyat, biz nəyə yaşayırıq? Əgər məcmui bu amillər bizdə bu təfəkkürü aşılaya bilməyəcək ki, bu çörəyi bölüb ikimiz yeyə bildik ki, daldakına da çatsın, nəyə yaşayırıq biz? Mən nəyə oxuyuram mən? Füzuli kimə lazımdır? Xəttatlıq kimə lazımdır? Əgər bu təfəkkür bizdə hasil olmur. Mən bayaq danışırdıq, yenə də onu təkrar edirəm. Mən uşaqlara deyirəm ki, özümə də deyirəm. Mən hər nə mən uşaqlara deyirəm, mən belə özümə deyirəm. Füzuli ki mən oxuyuram ağzımda. Qəd ənarəl eşqilil üşşaq min hacəl hüda, salı-ki rah-ı həqiqət eşqə eylər iqtida. Eşqidir, ol nəş'e-i kamil kim ondandır müdam, meydə tənvir-i hərarət, neydə təsir-i səda. Xoş, bu gərək əvvəl mən adam eləyə. Məni təmizləyə. Mən başa düşəm bu nə deyir. Özümdə həyata keçirdim. Oxuyam ki, məsələn, bir nəfər bilməyən də ondan faydalansın. İndi məndə təsir yoxdur, oxuyuram ki, sən düzələsən. Ola bilər belə şey? Yox. Cəlib. Mənim süzgəcimdən keçməlidir. Məndə bu aşılanmalıdır. Mən ümumiyyətlə həyat belədir mənim fikrimcə. Sənətdə də daha çox şeydir. Biz şəm kimirik. Sən yanmalısan. Sən axtarmayacaqsan ki, mən hayana axıram. Sənin vəzifən yanmaqdır. İşıq saçmaqdır. İndi kəpənək istəyir orada yansın, özünü öldürsün. Yağın axır bu tərəfə axsın, o yana axır axsın, boynun əyilir-əyilsin. Sönüb qurtulanda da qurtulursan. Ey Füzuli, şəm itək mütləq açılmaz yanmadan. Tabılar kim sümbülündən riştə-i canındadır. Deyirsən, yanmayana qədər o arada olan fitilə çıxmayacaq eşi axı. Ey Füzuli, şəm itək mütləq açılmaz yanmadan, ta zamanı ki yanmayıbdı, açılmayacaq. Tabılar kim sümbülündən riştə-i canındadır. Xoş, indi biz bu beyti neyniyək? Ay xanəndə. Ay ki bundan tərəf hesabsan bu beytinə. Bu səni saflaşdıra bilmir. Sən istəyirsən neyniyəsən? Əvvəl görək bu bizi saflaşdırır. Qiyamət söhbətlər. Sağ olun. Bir dənə bir mövzu zehnimdə var. Bilirəm ki, elə yeri buradır ki, bunu danışaq. Siz cənab Ətəbur, biz elə mütəfavit hala həviyyə gedirik ha, yəni bu gözəl, çox gözəl qulluğuzdayıq. Var olun. İstəyirəm ki, Atababa dediyinə desək, qonaq evinin, qonaq eviyyəsinin dəvəsidir. Yox, bu bizdə var bizim ədəbiyyatda, mədəniyyətdə. Harda desən, o xıxlarlar da dəvəni deyirlər. O yəni bir dənə həqiqətdir. Qonaq ki gəldi bir yerə, o ev sahibinin qulluğundadır. Buyurmayın. Siz özünüz zaten burada ev sahibisiniz və bu söhbətdə o qədər gözəl götürür, aparır. Mən fəqət hisslənirəm ki, bir seri o tarixi şəfahiyə keçməli sözlər yerdə qala və keçə bilməyək. O əsasdan sözünüzü qırdım və bunu soruşmaq niyyətindəyəm. Şərməndə olmayın. Buyurmayın, qurban sizə var olun. Siz Bakıdan qeydər-qeйтməz Ay Nəcəfinin zamanı Şəhdariyə məşvərətçi oldunuz, müşavir oldunuz. İştibah bir hərəkət. Açıqlayın burada o dövrəndə nələr yaşandı, nəcəb bu ittifaq düşdü. Baxın, bir dənə belə bir etiqad var, dostların da arasında var.
sən olmasan filan kəs olacaq. Gahlar adama təsir eləyir. Bəli. Adam tora düşür, nə bilim, toğlanır, nə bilim, çox termin bunlara işlətmək olar. Ki, məsələn, sən gəlib fərz elə müşavir fərhəngi hünəri olmasan filan kəsə, gətirərlər X olar filan kəsə ki, fərhəngidən, musiqidən, xəttdən, hünərdən başı çıxmaz. Bir müşavirələri verirlər ki, İş yanar. İş yanar. Bunu ki biz eşidirik. Öz aləmimizdə deyirik bəs ki, bətər söz dedi tabi. İndi mən o haləti keçirdəndən sonra mən bunu başa düşdüm ha. Müşavirəni kimə veririk? Bağlı qapının nəyinə müşavirə? Amma Müşavirəni o adama verərlər ki, qapı açıq olar. bəli. O özü bir şeylər başa düşər, səni qaylılığı olar ki, sən o sahənin peşəkarısan, sənin dediyin söz xeyirdir. O müşavirə gələr nəticə verir. Sən bağlı qapıya gündə çırpırsan. Bu kimə lazımdır? Bu burada səbəb olur ki, sən arada yanırsan. 5 nəfərində ki, məsələn, gözündə fərqli baxışlar var da, hərə bir cür baxır da, hərə bir zaviyədən baxır. Görürsən ki, məsələn, düzdür, biz o mən 2 il oldum o müşavirlikdə. Dostların təklifi ilə mən onu qəbul elədim. Sonra da peşman oldum, yalan deyəməm. Çünki gördüm ki, həmin o əbzarı istifadələr, yəni niyyət bər orada olub o şəraiti qurmaq deyir. Filan kəsdir, 5 nəfər də tanıyır, qoy olsun mənim kənarımda. Bəli. Bəli, çalışdıq onda elə əlimizdən gələn qədər, həm elə hünərməndilərə, həm elə şəhrimizdə, məsələn, siz hesab eləyin, bizim konsertlərdən 3 ya 5% şəhərdarı əvariz alırdı biletlərdən. Biz onu həsv elətdirdik. Məsələn, bir dənə böyük xidmətdə onda elə biz konsert özümüzdə verəndə onda hələ 3 milyon, 5 milyon, 4 milyon, 8 milyon uşaqlar var ki, 11 milyon qalmışdı. Pul alırdılar hər konsertdən, əvariz. Ki biz onu çalışdıq Şura ilə, Aydötür Şiri Azərgilin köməklikləri ilə onda həsv elətdirdik onu ki, da indi o yoxdur bizim konsertlərimizdə. Bumlərdə ha, yəni qonaqlardan alırlar. Bəli, bumlərdən, onda bumlərdən də alırdılar, yerli musiqiçilərdən də alırdılar. Həsv elə teatrdan da. Həsv elətdirdik ki, baba da bu salon mənimdir da. Bəli. Yer mənimdir, sən mənim özümdən pul alırsan yer. Kirayə alırsan məndən filan. O əvariz oradan gör. Bəli, çalışdıq bu cür. Bəli, qıraqdan baxanda gördüm ki, yox. Elə məsələn mən ki sənət dünyasında fəaliyyət edirəm, eləcə də sənət dünyasında fəaliyyət edirəm. Ötürü sahələr bizim yerimizdə, şəxsən mənim yerimdədir. Ola bilsin, dostlarımız var, yerləridir, özlərini ehsas edirlər ki, məsələn, mən ustandar da ola bilirəm, fərmandar da ola bilirəm. Düzdür, dünyanın hər yerində var ha. Məsələn, siz götürün Arnold Schwarzenegger, nə bilim, siyasətmədar olub. Fərmandar olub əslən. Kaliforniyada fikirəm olubdu, ya bilməm, New Yorkda olubdu. Var, ya Reagan məsələn özü rəis cümhuru idi, aktyordur, nə bilim, Putin görsüz piyanoda çalır. Çox var belə şeylər. O ictimalarda, o cəvamidə məqbul olur, İndi də tərif vardı olur. o simət sazmanı. Bu ləhzədə yəni Təbrizin şəhərdarı ayıq. Həmişə var. İndi kimdir Bilmirəm. məşğələtçilər? Mən əslən xəbər, mən xüsusilə 94-dən də əslən ittilam yoxdur o fəzada. Özdə maraqlı budur ha. Mən orada qərardad vurmadım müşaviriyə. Hətta Ay Nəcəfi və İlahi Şiri Azərci Şurada dedilər ki, get qərardadı müşavirə imzala ki, aylıq versinlər. Mən qəpik oradan aylıq almamışam o 2 ildə. Bəs bir seri bunu aydınladaq. Bəli. Siz 2 il Təbrizin şəhərdarına Bəli. Müşavir olmuşam, aylıq almamışam. Və 1 qram pul almamışsınız. Almışamsa gəlsinə görürsən sən. Mən bu almamışam. çox Hətta Ay Nəcəfi 2 dəfə mənə deyir get qərarda dedim mən istəyirlə eləyə bilsək bir dənə musiqiçiyə, hünərməndə biz burada sizin təvəssütünüz. Hətta bilirsiniz, indi müşavirənin bir yerini sizə deyim. Salon Xavəran ki indi mövcuddur, Mərkəzi Əməkdaşlığı Beynəlmiləli. Buranın külüncü vurulurdu, startı vurulurdu o illərdə, 92-də, 93-də belə. Mən Ay Nəcəfi ilə danışdım ki, bura gərək musiqiçilərin nəzarəti ola, tipki standart və eşili cəhanı bu düzələ. Şu akustiki Hər bir zat. Həmin bayaq dedim ki, ha, məsələn çuxur deyirlər də, o orkestr oturur orada. Ya mütəhərrik səhnələr, ya əslən baxın, çox amillər var. Mən məsələn çox salonlara görmüşəm, mütaliə eləmişəm, filmlərdə də baxmışam. Herpeyi salonların balkonu olmaz. Məsələn, onlar ki herpeyi musiqi üçün yarananlar, orada balkoni olmaz. Balkon məmulən konferans salonlarında, nə bilim, həmayiş salonlarında zadında olar.
Onda biz bunu danışdıq Ay Nəcəfi ilə, gəldi Yaşar Şahapurla mən ikimiz qərar oldu ki, gələk biz bura bir təhqiq eləyək. Nəzəri qarşınasımızı biz verək şəhərdarıya. Ki məsələn bu salon eşeli cəhanı nə mənə tərifləyir, akustik nə məsələn, akustik indi bu gün dünyada Japon hərf əvvəli vurur akustik zəminəsində. Çox qüdrətlidirlər. Ki onda dedik məsələn o akustikində çağırın qarşınaslardan bir axıra Tehranda səfirliyi var da. Bəli. Siz səfirliklə Şəhrdari Təbriz mükatib eləsə, onlar bir ekibi Pul alıb gələcək. bəli də Tokyodan nə bilim hardan gətirəcəklər. Sizə bunlar bu təklif eləyəcəklər, şəraiti quracaqlar ki, standart olsun. Biz bu tərif Sözü eləmək kəsirəm yadımdadır. O dövrən bir Yaşar bir Elber Filarmoniyanı bir bərrəsi. Bəli. Mən də bir əl atdım. Bəli, Bir bəli. yadıma düşürürsünüz. Bəli, onları biz işləyirdik Bəli. da. Sonra biz gəldik Ay Nəcəfiyə danışdıq ki, məsələn, fərz eləyin indi biz orada konsert veririk da. Ax baba, o məhəbbətədə, o səhnə nə mənədir? Niyə qorxursan qıtdığından onu düzəltsən? Səhnəyə düzəlt, orada məsələn tireli getsin, dönsün da. Həm də yer var. Yer var. Biz indi orada məsələn bir səhnədə bir dənə gətirirlər monitor qoyur televizyon, 2 dənə bandı qoyulur filan qoyulur. Səhnə sıxılır. Fərz edin biz bu konsertlər ki bu 7 değişik şəhərlərdə nə qədər əziyyət çəkirik. Məcbursan gələsən tamaşaçının içinə, Bəli. yaxına. Əslən bu düz deyil axı. Face to face, gözbə-göz irtibat tamaşaçı ilə yaxşı deyil. İnsan gərək biraz məsafəti ola. Orada sən öz halında olasan, o da orada ləzzətini apar. 1 metr fasilə ilə dayanmışıq məsələn tamaşaçının üzünə Özdə baxır. əvvəl rədifdə oturanlar hamısı Həm də- həzərat Həm də olarlar. həzəratdan, qonaqdan dəvət eləmirsən, hamısı bu cür baxır ki, mənə bax. Bəli. Yaxşı. Bu da sənin həm təmərküzü. Xoş bu səhnənin yeri var. İndi gətir məsələn balkon vurub orada. Balkonun da neçə dərəcədə afdır. Ya görüşmürüz. Xoş. Xoş bunun əslində nə anlamı var? Sənin orada yerin var. Oran memara sən gərçələ cavab verə. İstəyirəm o deyim, biraz şibin çox eləsən, sən o məsələn 300 nəfər, 200 nəfər ki balkondan çıxartsan, 1 metr, 2 metr şibi artırsan, o gələr həll olar onun içində. Baxın indi tualeti oranın ölçür. Soyuq yayda soyuq olmur. Qışda isti olmur. Otağı yoxdur məsələn dünyanın hər Ya yerində. əsən Xavəran salonu. Özdə maraqlı budur ki, dünyanın hər yerində konsert salonlarının o səs sistemidir, görüntü sistemidir, nə bilim televizyondur, səhnədə məsələn podestim, o hər nə mənə ki o konsertə və o tədbirə köməklik edirlər, salonun içində olar. Yəni siz ki bu gün məsələn fərz eləyin deyək $2000 verirsən bir dənə məsələn deyək Albert Hall Londonu tutursan, məsəl deyirəm hala qiyməti $50,000 verirsən əslən. Tamamilə o hər şey onun içindədir. Xədəmat sənə verir $50,000. Biz burada bir dənə salona lüt pul veririk. Bir daha gəlirik məsələn 30-40 milyon veririk Seda Haberlərə. Bir dənə 20-30 milyon film verdərə. Bir dənə 10-15 milyon monitora. Podesi buradan səndəlisiz hesab edin otaqdan gətirir səhnəyə deyir ki 1 milyon pul ver. Mən ambardan gətirmişəm bunu. Xoş. Baxsan görsən ki, bir dənə məsələn salon içi sənə 50 milyon, 30 milyon, 20 milyon puludur. Sən bir gecəsində 200 milyon, 220 milyon, 250 milyon pul xərcləmisən. Bəli. O da onun şəraitidir. Məsələn, istifadəsi yetirən orada qışda tir-tir əsir. Yayda tər tökür. Dalda otaq yox bir soyunasan, paltarını çıxadasan. Bir isti otaq ola. Məsələn, xanım bir otaqda ola, ağa bir otaqda ola, qirim otaq ola, nə bilim, şəraiti hər zad olub. Dünyanın hər yerində var da bu. Özü danışanda biz yeşəyikə danışaq. Bir nəfər qəşəng söz dedi, bu xavərmiyanə haradır ki, bunlar nə mənə düzəldirlər orada əvvəl olur. Heç biri burada əvvəl olmur. Elə hər kəs deyir xavərmiyanədə əvvəl. Bu haradır bu xavərmiyanə? Heç biri burada əvvəl olmur. Cəlibdir. Çox gözəl. Bir dənə də bir işıq salaq 7 eşq şəhərinə. Proje nədir? Hardan başlayıb, hara gedəcək? Siz çox cəsarətcəsinə gətirib xanımlara rol vermisiniz və mən bilirəm ki o tedad muğam oxuyanı həca bir-birinin üstündə oturtmaq yanı nə mənə. Bu çox dəyərli işdir. Bunu bir açıqlayın lütfən. Ərz edeyim qulluğunuza ki, bu illərin təcrübəsi kimdir? Bayaqdan danışırıq, gəldi hasil olubdu. Mən keçən il daha doğrusu yəni 401-in axirlərində belə bir qərara gəldim ki, bilirsiniz, bəzi şeylərdə zərurətdən yaranır. Adam heç istəmir o iş olsun. Məsələn, siz hesab edin, bayaq dediyim kimi 50% bizim xanım səsimiz olsa,
Elə mən xanım orada oturduram, normal muğamını oxuyur. Bəli. İndi mən görürəm ki, əlim bağlıdır. Gəlir o zərurətdən zehnimdə bir şey yaranır ki, gahdan da bu ustadlar tərəfindən tərifə layiq olur. Yəni bir Bəli. şey hasil olur ki, indiyəcən bayaq dediyim kimi məsələn misli bərabərlik görünməyib. Adam deyir ki, məsələn bu stəkan vardı, mən bir dənə fərqli stəkan düzəldim. Bir layihə gəldi zehnimə ki, Təbrizdə indiyəcən daxili məhsuluna dəstgah oxunmayıbdı. Bəli. Burada məmulən dəstgahxanlıq Bakıdan gəliblər. Axan müəllim, Alim müəllim, Canəli müəllim, Arif müəllim, hər kim gəlibdi, Bakıdan gəlib burada ifa eləyiblər. Bizim burada o səthidəki məsələn olubdu sırıq salxaq, bayaq adını çəkdik rəhmətli Həsən Ayə çoxları. Bəli, qədim üçlüklər çıxardı. Elə səhnəyə. üslubla böyük orkestr ansambllarda olardı. Bəli, biz akademik ifadan danışırıq. Bəli, Öz fəaliyyət ifadan danışmırıq. O iki məsələn hesab kitabı düzdür və əsatid onu təyid eləyirlər. Biz o ifadan danışırıq. O indiyəcən Təbrizdə hasil olmamışdı. Mən düşündüm ki, məsələn bu uşaqlar gəlirlər, həzinə eləyirlər maddi, mənəvi. İndi dövlət gərək bunu himayət eləyə, şəhərdarı mücə himayət eləyə. Eləmir da. İndi mən bir müəllim kimi qoy bunlara bir şərait yaradım ki, əngizələri ölməsin, ruhdan düşməsinlər, bir görünsünlər, bir özlərini sınasınlar. Biz məsələn buradan məmulən Bakıya müsabiqələrə mən özümdən sonra 3 dənə də müsabiqədə mənim şagirdlərimdə olublar ki, yer tutublar elə o müsabiqədə. Birdən buradan ki çıxırlar özür həssas səhnəyə ustadların qarşısında oxuyurlar. Ələyaq əsir, stres, həyəcan, evləri yıxılır. Mən düşünürdüm məsələn bu səhnələrdə çıxıb oxuyanda bir konsert, 2 konsert, 5 konsert, 10 konsert bunlar da o təcrübəni, lazımi təcrübəni kəsb eləsinlər ki, özür bir səhnələrə buraxanda da diskinməsinlər, qorxmasınlar. Və hakeza burada qızlarımız. Qızlarımız ki, məsələn, çox gözəl səsli, həqiqətən, yəni mənim öz sinifimdə, indi mən 13 ildə dəstəyirəm burada. Çox belə yüksək səviyyədə istedadlar olubdu, var. Düşünürəm ki, gələcəkdə də olacaqdır. Amma mən elə ürəyim ağrıyacaq, bunlar belə həzin eləyirlər və özləri də sərşikəst olurlar, məyus olurlar. Usta biz nə edəyək bə? Oxuyuruq bir nəticə, harda oxuyaq, nə edəyək filan. Gəldim mən bu 7 eşq şəhərin əttarını o 7 eşq şəhərindən iqtibas eləyərək dedim ki, bizdəki 7 əsas muğam var. Bəli. İndiyəcən də Azərbaycan musiqi tarixində 7 əsas dəstgahı heç bir sənətkar tərəfindən ifa olunmayıbdı. Şagirdləri ilə zadı ilə, nə büdür? Məsələn, lap da çoxun mənim ustadım Arif müəllim eləyibdi, 4 dəstgah oxuyublar. Rast, şur, zabul, çahargah. Da 5-i qalıb hələ, eləmir. Mən düşündüm ki, elə bunların 7-sini də daxili məhsulla həyata keçirdək. Həm bizim İranda yaşayan Azərbaycanlıların, xüsusilə Təbrizin tarixində bir qalarcı bir əsər olsun gələcəkdə nəsillər məsələn danışanda desinlər, bunlar da o zaman bu işləri görüblər. Həm də bu qızlara o şəraiti və oğlanlara, uşaqlara yaradaq. Mən gördüm ki, qızları təhtə oxudanmayacaq. Bəli. Gəldik, bir şeyi götürdük, bətər enerji və əziyyət apardı. Bəli, şükür olsun ki, o məqsədə nail olduq. Xor şəklində və kor şəklində muğam oxumaq indiyəcən Azərbaycan tarixində görünməyib. Əslən, ustadlar bunu mahal bilir. Mən əvvəlin gün iki start verdim, Bakıda olan ustadlarımla danışdım, mənə dəli yerinə qoydular. Bunu da ağlınız aldı da, bu da səhv elədi. Düz elə bücür. Ax, belə kord bilirsiniz, muğam axı üçün orada mikrosaniyələr hesabdır. Məsələn, siz təhrir zəncülə deyirik da biz. Məsələn, bu deyir, ha, 3 nəfər, 5 nəfər, 6 nəfər eyni anda, eyni məsafətdə, eyni ölçüdə, eyni sürətdə deməlidir. Çox. Əslən, mahala yaxın, dərhal elə mahaldır. Ki, mən ki, bir də ustadım Qəzənfər müəllimə deyim ki, istəyirəm xor şəklində qızları muğam oxuduram, döndü deyir ki, hə, baltanı ver, sənə çox istəyən var orada. Biraz da balta ver, baltalasınlar səni. Özün əllərinə balta ver ki, sənə baltalasınlar. Dedim, yox, inşallah sizin köməklinizlə çalışacağıq ki, ona nail olaq. Və onun lap oğucu, indi biz birinci konsert rast elədik, sonra şur elədik, sonra da Zabul Secahı. Bizim elə o muğamlarımızın, 7 əsas muğamımızın tərtibi ilə geyrik qabağa. Lap oğucu o qızların ifası bizim bu Zabulda kəsmə şikəstədə oldu. Kəsmə şikəstə tək oxumağa özü bir dənə nadir bir işdir. Yəni siz indi Azərbaycan muğam tarixində məsələn bir 20 dənədən, 25 dənədən çox kəsmə şikəstə belə xanım xanəndələrindən o boş qaba qoyma çox yoxdur. Çünki elə az ifa olunur. Düzdür, toylarda orada burada müsabiqələr zətdə ifa olunur.
Mən gətirdim bunu 6 dənə qızına oxutdurdum səhnədə ki, müəllimlər özləri əslində biz bilmir bu sən nə eynəmsən, dua oxuyursan, cadu eləyirsən, bu nə mənədir, bu nə cür olub, bu cür olub. O zərurətdən o yarandı ki, qızlar elə bu 3 dəstgahın hər üçündə məsələn Səma-i Şəmsdə bir həngamə yaratdılar qızlar ki, şurada fövqəladə ki, gəldi hasil oldu. Və o da oldu bizim Təbrizin Azərbaycan muğamına imzası. Gözəldir. Baxın, yenə bayaq dediyim kimi, əslən bu təkəbbür cəhətindən demirəm, amma dostların çoxu məsələn istəmirlər də qəbul. Reallıqdır. Bu çay realdır. İndi sizin xoşunuz gəlmir, o ayrı söhbətdir. İstəmirsən bu çayı qəbul edirsən, deyirsən bu su deyil, o ayrı söhbətdir. Amma reallıqdır. Bu Təbrizdə hasil oldu. Oldu bizim işimiz. Bəli. Biz məsələn də Bakıda nə filan kəsir düşmədik Dalısçan. Onun izi ilə getmədik. Özümüzə cığır açdıq, yol açdıq. İmza qoyduq. Bu da bizim imzamız. Məsələn biz də Azərbaycan muğamına bu işi gördük. Məsələn mənim ustadım o bayaq müsabiqəyə siz işarə elədiniz Qəzənfər müəllim. Bir dəfə klasda oturmuşduq. Döndü dedi ki, bilirsən də sən Allahın seçilmişlərindənsən. Mən elə büzüb baxıram. Deyirəm ki, mən onu özümdə hiss eləmişəm həqiqətən. Yəni mən düşünürəm ki, hər insan bunu özündə hiss eləyir. O şəraitlər və irtibata bağlıdır. Ki, alır onu məsələn bəzi şəraitlərdə. Mən özümü öz üzərimdə hiss eləmişəm ki, bir qüvvə tərəfindən köməklik olur adama. Qoymur dayanasan. Döndüm deyim, ustad necə? Məsələn bu Allahın seçilmiş bəndəsi, siz hardan deyirsiniz? Dedi, bax 8 dənə muğam müsabiqəsi olubdur. Bu 8 muğam müsabiqəsinin içində hamı ifaçı olubdur. Gəlib mənim oxuduğumu, alimin oxuduğunu, Axanın oxuduğunu, kimin oxuduğunu götürüb qoyub qabağına, əzbərləyib, taza bir qəzəl, indi müəllimi də tətbiq eləyibdir filan, gəlib səhnədə çıxıb oxuyubdur. Şəqqül qəmər eləməyib, onu eləmə oxuyubdur. Tənha adam ki, bu 8 müsabiqədə yaradıcılıq eləyib, o da sənsən ki, Humayuna Bərdəşdə oxumusan. Yəni, sən yaradıcılıq eləmisən. Sən bir şeyi orada yaratmısan. Nəinki, o səndən qabaq heç kimi if eləməyib onu. Cəlib. O Bərdəşdən əyaq eləmən. Hətta xatirinizdə olsa, Axan müəllimin müsabiqədə mən onu eləyəndə belə bir cümlə işlətdi ki, sən cinə yaxşı qutardın. Üzdən İrəqbi xanında var idi, gəldi, getdi, düşdü Bayat Şiraza əyaq eləyəndə. Yəni, qorxulu bir, riskli bir zat. Özdə müsabiqə həcmində riski çox idi. Çünki həyəcan, stres də çox idi. İstəyirəm onu deyəm ki, yəni o Allahın lütfi, nəzəri, sənin zəhmətin, əziyyətin, biləxərə bir dərgahdan, bir zaviyədən, bir baxışdan baxılır və ona qiymət verilir. Gəlib orada məsələn Humayunun Bərdəşdin mən hasil oldu. İndi çox yerdə məsələn Bakının özündə də birdən Humayun deyəndə deyirlər ki, hə, get filan kəsdən örgün, o oxuyubdu. Götür onu məsələn örgün. Bu olur yaradıcılıq. Bəli. Da birinin izinə düşmürsən, dalına. İndi bu 7 eşq şəhəri layihəsində də biz çalışdıq ki, imzamız olsun. Bəli. Çalışdıq ki, fərqlənək biraz. Ki, oxşamasın, deməsinlər ki, məsələn, indi Arif müəllim bayaq işarə elədim də, eləyib məsələn rastı, şuri. Məsələn, bizim rastımız mürəkkəbxanlıq cəhətindən, şu şöbədən şöbəyə, cuşədən cuşiyə fərqli işlərlə ki, həm də akademik cəhətindən. Bəli. Yəni elə mənim ürəyim istəyir burada eləyəm, yox. Əzləhazı elmi də qəbul olsun. Məsələn, ustad qulağında desin ki, bəli, bunu burada eləmək olardı, heç kim eləyəməyib, sən eləmisən. Nə gözəl. O zaviyədən. İndi üzümüzə gələn konsert nə vaxtdır? Saharca eləyəcəyik inşallah. Elə bilirsiniz, bir dənə bunun bir şeyi də var ki, biraz üçün həzinəli işdir. Bəli. Çox həzinəli işdir. Paltar baxımından, bayaq dedim elə salon o, həcm o filan o. Bu şeylərdən çox vardır. Mütəəssifanə də bizim bu cür işlərimizə sponsor və mali himayət edənlərimiz olmur. Ya indi əqliləri kəsmir olmur, ya indi başa düşmürlər olmur. Halbuki bu çox ehtiyac var bu cür işlərə ki. Əlbəttə, sözü kəsirəm, barmağı özümüzə tutsaq, elə mən də sizin kənarınızdan bu sözü deyirəm. Bəli. Gahdan da başa salamır. Öcürdür, salamırıq. O bizdə də irad var. Bizdə bayaq da heç vaxt demirik, onlar da irad var. Bizdə məsələn mən bir dənə o pulluların çoxuna deyirəm, dostlarımıza deyirəm, gətirin. Mən bilet verirəm də. Məsələn, axır konsertdə 90 milyonluq dəvətnamə vermişəm. Xoş olsun məsələn 92 milyon, nə olacaq? İki daha da pullulardan, o varlılardan, onlar iki başa salanmırıq.
Gətir orada başa düşsün. görsün. Bəli, bəli. O görəndən sonra rahat ondan danışmaq olur. Bəli. Mən deyirəm ona tozih verirəm, o başa düşmür. Məsələn bilmir ki, mən hansı aləmdən danışıram. Gəlib görəndə deyir, hə, buna istəyirdin, buna olar. Məsələn mən bir duz sallam, mən bir filan şey elərəm. Bəli. Hamının zəif olduğuna görə, çünki bunun da xəzinəsi çoxdur. Çünki baxı üşvətçilidir bizim bu işimiz. Bir bunun fənni cəhəti var. Bəli. Ki mən dedim ustadlar başımızın üstündə mən eləyənmərəm ki, hər iş görəm orada. Sabah da dalımız sözlü olsun ki, sən bunu xələl gətirmisən, korramısan. Bir maddi cəhətləri var. Bir də bunun mücəvviz cəhətləri var. Yəni 3 cibhədə savaşmaq Bəli, ödür. çox çətindir. Məsələn, bir dənə 20 nəfər, 22 nəfər, 30 nəfər ansambldan götürəndə bir dəfə 31 nəfər səhnədə idik. Xoş bu 31 nəfərin hər zadını istəyirlər. Instagramın gətir. Gəlir deyirəm filan yerdə filan zad yazıb. Məsələn, görsən 4 ayda məşq eləyirsən. Xoş o olanmaz baba. Deyirəm o mənim bir dənə elə məsələn nə bilim deyirsən ki böyrəyi çıxart. Apa bu yaşayamayacaq axı. Bu getməz yerinə. Bəli. Ona görə bu əziyyətlər onu həll elə. Gəl maddəsini həll elə, gəl fənnisini həll elə. Yəni biz hər konsertdə 5 ay həcmində məşq eləyirik. Çox bətər enerji ha belə Öcürdür, öcürdür. ən həddindən artıq bətər enerji. Öcürdür. Xüsusən məndən çox bətər enerji gedir. İndi o maddi cəhətdən biraz dayanmışam. 3 dənə ilə öz gücümüzə elədik. Bəli. İndi mən düşünürdüm ki, bunu Ordu Behişdə hazırlayaq çaharcahı. Yapaçığa hələ start vurmamışam çaharcahı. Mütəvəccüh. Bəli, elə raizəni deyəm, danışıram dostlarına görə nə edə bilərik. Əgər sağlıq olsa, yetirə bilsək, Məhərrəm səfərdən sonraya İnşallah. həyata keçirdəcəm İnşallah. çaharcahı. Çox gözəl. Xoş. Bala salaq üz aşağıya və Nə cür məsələ? yığaq. Çünki sizi də çox yordu. Nə cür məsələ? Mənə xoşdur. Var olun, Ləzzət var olun. Bizə də öcürdür, bizə də öcürdür. Təbriz sizdə nə hisslər oyandırır? Bizi yazıq eləyən. Baxın nə cəhətdən deyirəm yazıq eləyən. Aman. Ayrı yerə gedirik, ayrı yerdə yaşayırıq. Bakının özündən mən gələndə ustadım Arif müəllim dedi, qal burada konservatuvarda işlə. Dedim Təbrizə görə gedirəm. Özə gəlirik burada bombəstə, səddlərə çatırıq, narahat oluruq, sərşikəst oluruq, məyus oluruq. Çinə də qışqırırıq, hay salırıq, filan eləyirik. Yenə də biz bundan əl çəkə bilmirik. Yəni yoğrulmuşuq bundan. Bunun adı ilə nəfəs çəkirik. 4 ay o müsabiqədə bayaq şey dediniz də, misal çəkdiniz. Ac qaldıq, susuz qaldıq Təbriz adına. Bəli. İndi bayaq elə Amuşqatan bunu da danışırdım. Çıxmadı bir nəfər əlin çəksin adamın başına ki, sağ ol. Sən Təbriz adına ki, mən də onun içində yaşayıram. Mən də o Təbriz adına səndən şərikəm. Sən getdin, uğur qazandın Təbriz adına, sağ ol. Əllərindən gəldiyi qədər sədd yaratdılar. Hərə bir yerə məni apar yapışdırır. Filan çağır, pul xərcləyib məsələn muğam müsabiqəsində yer tutub. Mən deyirəm ağa, əslən sən deyən düzdür. Mən qoyaq ki, sən deyən düzdür. Mən dədəm Kərxana sahibdir, multimilyarder idi. Mən orada münsiflərin hərəsində hər gecə 10.000 dollar qoyurdum cibinə. Tutaq sən düz deyirsən. İndi o Təbrizdə şəriksən, şərik deyirsən. Təbrizin adını deyirlər, demirlər. Təbrizə verilibdir yer məqam ya verilməyib. Sən də orada Təbrizdə var. Buna sevin də, niyə döyünürsən? Niyə özünü yeyirsən? Bu gərək çoxala da. Bu həmin o bayaq dediyim o təsadüflərdir də. Mənsubdur musiqiyə. Ustad kəlməsinin dalında gizlənib, içi də boş, heç zət də eləyə bilmir. Acığım məndən açır. Özündə olan iradı məndə axtarır. Bayaq dedim ki, barmağı mənə tərəf tutur. Özünə tərəf tuta bilmir. Və karnaməyə də ki, irayə verilir. Boşdur. Boş da olmasa zəif nömrələri var. Çox qəşəng. Və radio müstəşara hissiz, bu danışığa hissiz nədir? Aydıncan, mən bilmirdim sən belə bir iş görmüsən. Bir neçə gün qabaqçı zəng vurdum və gəldim bu fəzanı gördüm, dostları gördüm, sizi gördüm. Çoxdan da biz sizinlə görüşənməmişdik. Elə həmi bir xatirə oldu, həmi bir ləzzət oldu, həmi gözəl. Mən çox yorğun gəldim. Əvvəldə də başlayanda dedin qaşqa baxılsan, qorxdum əvvəldə. Yalan deyim mən. Dedim indi bir cür gedəcək qabağa, çamımı deyəcək bunu zorla niyə gətirib? Şükür olsun ki, düz bərəks oldu. Açılışdı. Düz bərəks oldu. Ona görə çox gözəl bir hərəkət başlamısınız. Elə bu iki baxın bu dərdlər burada danışır. Mən əziz görənlərin hamısından xahişim budur. Bu danışıqları əslən təkəbbür, özümüzü tutmaq, qürur zəmbəsindən görməsinlər. Bir insan ki, bu sahədə çabalayır,
ətlə, qanla hiss eləyir, bunları danışdım mən. Əslən mən heç vaxt özümə icazə verməmişim dizildən qürurlu olam ki, yəni əslən bu sahənin qürura yeri yoxdur. Mən həmişə klassda bunu demişəm. Mən bir müsabiqədə şirkət eləmişəm ki, mənim uşağım boyda elmətdim birinci olub, mən 3-cü olmuşam. Bu sahədə bir dənə 9 yaşında uşaq birinci olar, sən 3-cü olarsan. Bu sahədə mən demək olmaz. Nə mən, heç kim deyə bilməz. Bəli. Biz o şeylər üçün deyəsən hiss eləyirik, hiss eləmişik, indi də hiss eləyirik. Onları mən çalışdım danışam. Sağ olun ki, siz bu şəraiti yaratmısınız. Elə gördüm indi o biri sahənin də dostlarımız gəliblər, iştirak eləyiblər. Danışdırırsınız, o dərdlərini eşidirlər. Ola bilsin bir dənə məsul, ola bilsin bir dənə bir ürəyi yanan bir biznesmen, pullu, çərxana sahib. Ürəyi yansın ki, musiqimizə, mədəniyyətimizə. Mən çox yerdə bir cür danışanda, amma deyir bəs mən özümün davam eləyirəm. Mən əslən özümün davamı heç vaxt eləməmişəm. Mən musiqi adına danışıram. Muğam adına danışıram ki, biz əgər istəyiriksə, muğamımıza xidmət eləyək, musiqimizə, mədəniyyətimizə xidmət eləyək. Bir nəfərin ürəyi istəyir xidmət eləsin, gəlsin qabağa. Bunu da siz yaradırsınız. Sizin kimi rəsanələr, medialar yaradır ki, biz insanlarla danışırıq. Bir nəfərin ürəyinə yatar, ürəyi istər mədəniyyətinə köməklik eləsin. Gələr, mən olam, siz olsun, hər kim olur olsun. Hər kim ki işləyir, haqq onundur. Hər kim ki zəhmət çəkir, haqq onundur. O adam ki evində oturubdur, zəhmət çəkmir, fəqət danışır, mən ona haqqı qail deyirəm. Sizin radiodan, sizin bu şəraitinizdən çox ləzzət apardım, özümə də ləzzət elədi. Sağ olun ki, siz fərqi biz çox müsahibələrdə oluruq da. Müsahibələr məmulən rutindir. Nə vaxt başladın, nə etdin, mən nə bilim bax necə oxudum. Mən bilmirəm bax necə oxudum. Oxudum da. O halət ki siz yaratdınız səmimiyyət. Elə bir ikimiz elə yoldaş kimi oturmuşuq, bir dənə kafedə danışırıq, dərdi dil eləyirik. Bu çox gözəldir, ləzzət elədi. Ümid eləyirəm ki, görənlər də o biz aldığımız ləzzəti onlar da almış olsunlar. Dostların hamısı yorulmasınlar. Çox gözəl gecə oldu. İnşallah ki, işiniz tam gücünə davam eləsin, axarlı olsun. Amin. Ki, bizim mədəniyyətimiz yararlansın sizin bu zəhmətlərinizdən. Hər sahədə dostlar gəlsinlər, danışsınlar. Bəlkə inşallah əl-ələ verək. Axtaraq o səadət yolunu tapaq da. İnşallah. Çox sağ olun. Siz sağ olun. Mən də dostlarımın adına sizdən minnətdaram. Çox sağ olun. Vaxt ayırdınız. Gecə saat 11:30-dır ki, biz bu danışığı sona veririk və çox yapışdı. Çox sağ olun. Mənə də çox ləzzət. Sağ olun, var olun. Var olun, sağ olun. Çox təşəkkür.